Baş sponsor bir market, xüsusi sponsor Medera Hospitalı, sponsorlar uzman doktor oftalmoloq Cahid Şahbazov, zob xəstəlikləri üzrə mütəxəssis Xəqani Həsənov, uzman uroloq Bəxtiyar Hüseynov, lor cərrah Leyla Zülfüqarova, həkim kosmetoloq Nigar Sultanova, Bafuri, Kapital Bank, Referans Medical Group və Beynəlxalq Təhsil Mərkəzinin sponsorluğu ilə Səni Axtarıram başlayır. Hüseyn ayrılmaq üçün vəkil istədi. Axırımız yoxdur, mən belə görürəm ki, mən uşağımı heç kəsə verməyəcəm. Mən də həmçinin. Mənə ancaq o uşaqdan ölüm ayıra bilər. Studiyaya qutu göndərən qadın kimdir? Hüseyn, sən Ayşaddan qabaq görüşdüyün kimsə var idi mi? Bəli. Bəli. Məsələn. Qutuda nə var? Ayşaddan sənə xanım olmayacaq, burax başını, gəl barışaq. O xatirələri gördükdən sonra Ayşad hansı addım atacaq? Qanuni halal yoldaşımdır. Hüseyn 100 desin ki, mən boşanıram. Mən dedim boşanıram. Burasına yazdım ki, öyrənənə qədər bu zülüm çəkəcək bu. Birazdan Səni Axtarıram da. Nə oldu Hüseyn? Necə? Mənə bir dənə mikrofon verin. Salamlayıram hər kəsi. Mən içəri girmək istəyirəm. Niyə içəri girmək istəmirsən? Ay Hüseyn, Mən bura sizdən studiyadan. xahiş elədim, dünən də, bugün də xahiş edirəm. Yalvarıram sizə ki, mənim uşağımın məndə qalmasına bağlı məni vəkilə təmin eləyəsiniz. Yox, mən vəkillə təmin edəcəm. Bugün də elan Yox, mən içəri girmək istəyirəm. Ya o otursun içəridə, ya mən oturum. Mən görürəm, əsəbləşirəm. Yox, mən bilirəm, sən dünən gecə də zəng eləmsən bizim əməkdaşlara ki, bizə ayrı-ayrı otaqlar istəyirik. Bəli, Amma bəli. bu indi mümkün deyil də Hüseyn. Yəni ayrı-ayrı otaqlar, ayrı-ayrı. Yəni indi mən də zəngin deyiləm, binalarım yoxdur ondan sonra, yəni. Çox xahiş edirəm, xoş edirəm xanım. Yox, mən oteldə qalsın, mən uşağımı götürüb gedim, başqa yerdə qalım. Küçədə qalacam mən. Yox, küçədə mən səni küçədə qoymadım ki. Düzdür, sağ olun. Siz məni küçədən yığdınız. Yəni səni küçəyə, uşağını küçəyə qoyası deyiləm. O körpə uşağı ki, geçsin bu soyuqda, qışda küçədə qalsın. Mən içəri girmək istəyirəm, xoş edirəm xanım. Mən üzürlü bilim. Vallahi mən onu görürəm, əsəbləşirəm. Başa düşmürəm, qıraqda izləyici də baxır, elə bil ki, bu mən özümdən deyirəm. Mən bilirəm, Ramal da mənə yazıb. Nə deyirdi Ramal, Şahin? Mən studiyanı eşitmirəm. Ay nişanı, yoldaşı götürsün, aparsın, qoysun ana evinə. Ayşadır, hə. Neynəməlidir? Niyə dağıdırsınız ki ailəsini? Ailəni dağıtmırıq. Ailəni dağıdan xanımın özüdür. Həyat yoldaşına belə sahib çıxır. Onun gününü mən orada görürəm. Siz seçilən bir adamsınız, sizi gətirib qoyurlar ora ki, körpə uşaqlara, gənclər. Bax, gəl efirə girək, sən narahat olma. Mən başa düşürəm, səni anlayıram. Sən həqiqətən son dönəmlərdə çox əsəbisən, çox stres yaşayırsan. Amma, yəni, mən düşünürəm ki, Lat mənim də övladımdır. Biz burada görürük, Övladıma gözü başı baxmağı necə qaynayır. lazımdır, bacarıram. Bu nə danışıqdır, bu nə tərzi? Nə etməyə çalışırsan sən? Bax, görürsünüz, xoş edirəm. Vallahi mən hər gün buradan çıxıram, orada əsəb, işə gəlirəm. Valla eyni tərzi mən telefonla də əsəb, burada da əsəb. Mən bir ilki Hüseynə əlamət qalmayıb. Mən elə Ayşaddan da əsər əlamət. hə, bir gəl bura. Necə, Ayşə? Elə Ayşaddan da əsər əlamət qalmayıb. Ayşadın da təmiz əsəbləri, psixologiyası pozulmaq üzrədir. Necə səndən əsəb qalmayıb? Mən gəlirəm ki, bu insan heç işdə elə bil yoxdur. Nə işə adaptasiyonlar. Halbuki təzə başlayanda Bəli, necə? təzə başlayıb. Biz fikirləşirdik ki, bunun işini də böyüdək. Hər şey o videodan sonra oldu. Bizim Amma ailədə sənin, həmişə mehribançılıq olubdu. Bizim ailəmiz nümunəvi cütlük olaraq ailəmizdə belə Ayşad, söz bu dəqiqə biz, bax məsələn, Hüseyn məndən küsüb ki, niyə mənə vəkil vermirsiniz? Mən verməmişəm vəkil. Əslində, bugün Nail bəy buradadır. Nail bəy, mən sizdən rica edirəm, Hüseynin bütün hüquqi işlərini götürün öz üzərinizə. Ərzəsində hamısına köməklik eləyəcək. Bəli, sabah mən göndərəcəm. Mən də vəkil istəyirəm. Necə? Xoşqədəm xanım, sizdən xahiş edirəm, mənə də vəkil verəsiniz. Başdır, sənə də vəkil Başınız verirəm. güllər üstə, çox sağ olun. Bəli.
Amma mən Sen ayıp olsun sana. mən ora imza atmadan boşanmaq Köhnə istəyirəm. xanım, burada oturub insanı qınamaq asandır, çox asan. Amma bu Sen hiç olmasa o uşağı qolsunu mən uşağımın Mən xoşbəxt olmaq istədim, bədbəxt olmaq istəmədim saxlayacağım. Hüseyin. Vəkil yolu ilə, həkim yolu ilə, məhkəmə yolu ilə. Adamın evindən gətirmişsən. O nə danışıqdır? O uşağın bir anası var. Anası var, bilirəm anası var. Gələr, görər, Neynəməlidir keçin canım müalicələrini xanım? alsın. Mən müalicəyə ehtiyacım yoxdur. Sən yoldaşı həqiqətən Belə var. danışıqlar. Yedeyin işləyən hər gün onun burnundan gətir, elə həyat yoldaşı olur. Necə Bir olur insana həyat 90 dəfə yoldaşı? gündə zəng eləyər, iş vaxtı bu adam işinə məşğul olmalıdır. Görəsən neyin Mən iki Hüseynə nə eləyir vaxt də? baxıram, Ay qardaş, telefon. görəsən neyin Deyirəm, iki qardaşım, eləyir? deyir, yoldaş yığı neyinib? 90 dəfə Siz bir insana zəng... evinizdən yığmırlar. Xeyr, Mən iş onda vaxtı, söz demirəm. iş var, güc var, yəni elə şey olur. Bundan kimə nə? Mən yeni söhbət olmaqdan xoşlayıram. Soğuq oturmaqdan mənim kürəklərim ağrıyır. Oturan küçədə söz-söhbət olmasın, sakitçilik olsun ki, qoy söz-söhbət olmasın. Xanım şərt qoşur ki, xoş İmam gələn sifəti xanım. yox, ay Könül xanım, bilmirsiniz, valla nə var, nə yox, Şərt qoşur bilmirsiniz. ki, Nə ya imam Hüseyin sifəti, işdən nə- çıxmalıdır, ya da ki, mənim yanımda, ya mən seçməlidir, ya işi. Nə eləməlidir bu? onda Hər şey o videodan sonra Bugün oldu. iş- Vallah bizim ailədə Sən söz problem yox. edirsən, O xanım. işte ne var Videolarda ki? problem O edirsən. işte ne var ki? Ne var ki o işte? Heç nə işdə yazıq, O heç ofisin videodan içərisində sonra bizim daxil olmur. ailəmizdə söz söhbət Çöldə yarandı. gözür, heç ayağını Əvvəl çox içəri mehriban olmuşuq. Bizim yaxın bir Hamı zamanda bizim- yeni il tədbirimiz oldu, heç yeni il tədbirinə də gəlmədi. Necə yəni? İşçi yeni il tədbirinə Bəli, niyə yeni tədbirə, gəlməməlidir? bütün işçilərimiz Kollektivdir, oradaydı. ailə. Gəlmədi, Ailesini vallahi koyup gəlmədi. gitmeyip de Niyə getməməlidir? Xeyr, elə şey mi olar? yoldaşı var, körpə uşağı var, koyup ailesini getmeyip. Əzim, bu nə söhbətdir? Başqa şeydir. Mən nə Orada etdimsə körpəsi olan ailəmi uşaqlar da qorumağa var. çalışdım. Bugünkü gündə də ailəmin arxasında necə lazımdır dururam. Bugünkü gündə yəni siz müdaxilələr etməyə çalışırsınız. İşçiniz də anlayıram, başa düşürəm. Amma o da mənim həyat yoldaşımdır. Biz bir ailəyik. Ailəmi qorumağa çalışıram. Nə eləyirəmsə ailəm üçün edirəm. Bugünkü gündə mən də yarımcan olmuşam. Üstünüzə cancasa ağrımayan yerim yoxdur. Yəni hər şeyi nəzərə alıram. Ailəmdə problemləri nəzərə alıram, sıxıntılarımızı nəzərə alıram. Amma bu demək deyil ki, siz məni belə deyim, Necə? üstümdən gəlməlisiniz. Bir ölən Ayşaddır, bir də mənəm. ayaq üstü ölüb bu yazıq qız. Bu vəziyyətimdə, Körpə uşağa mənim baxma. çətin vəziyyətimdə siz mənim üstümdən Belə gəlirsiniz. qədər Yoldaşımsan maraqlanmalıyam, bəs necə? Elə maraqlanmaq olmur. 150 dəfə zəng vurmaqla maraqlanmaq cavab deyil. verməyəndə bəs mən Sən narahat ailəni olmam axı. görürsən ki, sən ailəni qorursan ki, mənim əsəblərim pozulur. Sən Mən yeməyinlə əsəb keçirdirəm. maraqlanmalıyam, Mən halət gah başıma banka danışmalıyam, vururam, bəs gah necə? divara yumruq atıram. Söz deməliyəm, Mən bunu niyə vacib eləməliyəm olur. ki? Mən Olmalıyam problemə ki. görə gəlmişəm bura. Niyə qovum? Siz Niyə bilmirsiniz şu an. Niye təkliyirsən? Sen onu Təkləmirəm, təkləmirəm. Bugünə qədər gözü Sən bugünkü gündə mən müdafiə Sən eləməyə hərəkətlərini biz burada öz görürük də. rəhbərindən bir yerdə neyinə mənə müdafiə qarşı edim sən? Ay çıxırsan. Ayşə, sən bəlkə başqa şey iş görürəm sən mən ora zəng vurub müdaxilə edirsən məni. İşimdəyəm də. Camaata salam vermə ehtiyat et. Qurana salam vermirəm mən. Yəni Qorxuram. qadağa mı qoyub Ki- sən Bəli. Hüseyin? Deyir ki, salam Qadağa vermə heç kimə. Mən qoymamışam, görməyim. Mən ona qadağa zət Eşitməyim. qoymamışam. Xeyr, mən Hüseyin, o- Sən verir o mənə. videodan Hüseyin sən sonra- çox səhv eləyib ailə Hər şeydən tədbirində. sonra İş o yeri videodan bizim sonra- ailəmizdir. Əlbəttə. İş yeri bizim belə deyək, daha məsələn mən açıq sizə deyirəm. Mən ən çox vaxtımı işdə keçirirəm. Mənim işçilərimin hər biri mənim doğmalarımdır. Biz bir yerdə olmalıyıq. Hətta mən bəlkə də heç bacıma, anama, ailəmə o qədər küsmərəm, o qədər incimərəm. Nəinki mən işçilərimə. Çünki mən günümün çox hissəsini burada keçirirəm, az hissəsini ailəmdə keçirirəm. Qardaş, necə ola bilər ki, mənim işçilərim mənim tədbirimdə olmasın Ramal? Niyə görə Hüseyin Allah o tutduğuna tədbirə baxma getmir? elə pis oldum Quran haqqı Xoşunam xanım. Paylaşmışdır Rahman müəllim. Mən sənə dedim getmə. Vallahi. Yox, mən sənə dedim getmə. Məni nə pis Dedi Rahman müəllim dedi ki, gəl belə Mən eləyək. deməmişəm axı ona Gəl, dedim deyir, getmə. ödənişi mən qarşılayıram, ailənizi gətirin. Mənə gəldi dedi ki, Onun- Ayşə, Yox, mənim imkanım razı olmadı. çatmır ki. Getmə, Xeyr, lazım deyil. Xeyr, mən dedi ki, imkanım çatmır mənim ora getməyə. Getsək də Rahman gəl müəllim üç nəfər qarşılayırdı gedək. pulu. Vallahi işlədi ki, Rahman müəllim qarşılayıb pul Mən də ödənişləri. dedim gedərdin də, niyə seçilirdin? Niyə mən boyum Hər atırsan şey ki? qarşılayırdı. Aa, Hüseynə də nədir? təklifimizi verdi. Hüseyn sadəcə dedi ki, Raman müəllim, mən yoldaşımla ora gələrəm, amma yoldaşım orada problem çıxardacaq. Hüseyn əlini qaldıracaq oynamağa, sən təpəsində bitəcəksən. Orada da bizim düşmədim, niyə tədbirimiz də təpəsində burnumuzdan bitəcək? gələcək. Ona görə Yoldaşıyam, problem yoldaşına səndədir. hörmətlə Sən nə yanaşır, istəyirsən? nə var ki burada? İşdən çıxardaq bunu. İşdən çıxardaq. Ne bəli, ne dolanacağım bayaq? Bəli dedi. Bəli nədir? Ayşad, bu uşaq qalmış. Çünki nə oldu mənim ailəm orada Abi qala bilməmişim mən sənə.
Bu şampan presini yemeğini çattıra bilmə, bir kuskala bilmə, steykliyə İlahi, qalmışsan. mən şokdayım. Bunlar məni dəli eləyəcək. Mən axı bu efirdə dəli olub çıxacağım ha mən. Mən məcbur qaldım o sözü dedim də, neyniyim? Ayşə, sən nə danışırsan? Sən. Bu mənim həyatımı susamağa gəlir. İnsanlar iş axtarır. İnsan deyir, gedim bir iş yeri tapım, ailəmə O çörək iş yerindən narazı deyim. Sadəcə o video gələndən sonra mənim ailəmdə söz söhbət oldu. Qızım, sən bu cür nə? Yox, hayır. Nəsə bir problem olsa, onda yenə Hələ ən qarşılaşırsınız yaxşısı da. Ramalın yanında, biləsiniz. Elədir. Xeyr, Ramal Bəygildən razıyam. Çox sağ olsun. Allah canına sağ versin ki, Elə yəni belə işlə təmin eləyirsən ediblər. ki, Hüseynin bütün köhnə... Gəl bura Sən Hüseyin. gələsiz Hüseyin. Kompromis ola, xanım Gənc qadın nə etməlidir? xanım üzərinə Mən öhdəlik belə götürər. şeyləri qəbul eləmirəm. Sənə qoy görək nədir bir nədir, bəlkə Baxmağa dəyməz. Hüseynə gəlibdi. Ay bala. Aa. Bu yox. Ay xanım, bilin Ailəsidir bu onun. Kiməsə hörmətsizlik, onu göndərən adamı hörmətsizlik. Bəlkə dostu Onu göndərir. göndərən adam elə nahaq göndərib. Niyə? Necə yəni? Deyir Nə ki, bilirsiniz nə var? Ayşə götürüb gedir hörmətsizlikdir. Bu ailəli bir kişiyə niyə göndərir? Keçmiş sevgilidir, keçmiş kimdirsə. Düzgün eləməyib. Hüseynin dəhşətdir ilahi. Nail bəy qəbul eləməyin bu boşanma işini valla. Məncə də Qəbul eləməyin, həqiqətən. Məndən qəbul olsa bir kompromisə gedərdilər, hər üzərinə öhdəlik götürərdi. Bəli. Yalnız mən hədiyyə ala Bir bilərəm. dəqiqə. Açıq görək nə var içində. Xeyr. Bəlkə saat verir, bəlkə qızıl verir. Xeyr, olmaz. Ay. Sən Allah. Ayıbdır bu hörmətsizlik o göndərən adama qalır. Bir görək nə var Əgər bunun o içində. sevgi mövzusunda göndərilsə mən onu sındıracağım. Hələ görək bir hədiyyə. Apa düzü bir qabına. Mən bunu neynim xoşladam xanım. Heç nə. Ana Görün bacı xanım neynim mən. Bu gözüyle zibil qabına göndərilməyib pul axı o. verəcəm. İşte o da sən Ana bacı başa düşmədimi? Ana bacı gözüyle göndərilməkdir. Bir açaq görək hələ nə göndərib Allah saxlamış. Nə bilək ki. Yox, Biri sevgilin göndərib. Sevgilim var mənim. Xeyr, sənin sevgilin zadın yoxdur. Sən ailəndən başqa sənə heç kim lazım deyil. Mən aça bilərəm xoşladam Yoldaş xanım. olaraq. Açın, əlbəttə açın. Hörmətsizlik olmasın. Bəli, Hər kim əlbəttə göndərib. Yaman Əlbəttə. həvəslisən ha. Hüseyin açmağa da çox həvəslisən. Çox sevirsən. Hədiyyə Mənim bu, bəli. içərisində də Hədiyyə, belə idi. hörmət edirəm. Mən də atasız, anasız böyümüşəm. Bizi bir-birimizdən başqa anlayan olmayacaq. Ayşaddan sənə xanım olmayacaq. Buraq başını gəl birləşək. Gəlsin. Onu da atacağım Başqadan xanım, hədiyyə nə yerinə. eləməlidir bu qadın? Yaman şey deyir. O deyil. Odur, budur. Hansı qadın bunu götürər? Mənə çox maraqlıdır. Özü də Hüseyndir. Ay Rama bəy, siz Allah yaxşı. Mən Hüseynin burada hərəkətlərini görürəm. Hansı hərəkəti? Bir dənə cavan qadın görən kimi ağlı çıxır başından. Özünü apara bilmir. Həmişə aparıb özünü. Qadın, qız, kişi baxmayıb hamıyla, hörmətlə. Bax, burada- Amma Ayşadı da başa düşürəm də. Bircə dəqiqə Zülfiyə Yox, xanım. ana Burada bacı oturan gözü ilə tamaşaçılar bax, var. göndərsə Daim başqa artıq məsələ. məsələn elə Ana gözü ilə bax, nədir? göndərsə. Hidayətgil. Neçə müddətdir sizsiz burada. Sonra sizlər, Aynurgil, deyin görüm Hüseyndən bir hörmətsizlik görmüsünüz. Görmüsünüz Hüseyndən? Görmüsünüz. Xoşqədəm xanım, mən neçə gündür də deyəm xanımına, deyəm mən gendən biləm ki, kimin gözü belə də pis gözdür də, şor gözdür. Bəli. Sənin yoldaşından yəlic ol, mən heç vaxt görməmişəm o birinə belə baxar. Birincisi Hüseyn. Neçə elə gündür bir mən buna oğlan deyəm, deyil. bax. Mən heç deməmişəm də. Amma bu Neçə demək gündür deyil sənə ki, deyəm mən bunu. Deyəm sən Hüseyin yaxşı uşaqdır, gözü pak uşaqdır. mən sizə bir söz Hüseyn, deyim daha də. Mən onu deməmişəm. zibil Hüseyn belədir, bu Həqiqətən təzədir. biabır. Hüseyn nə edirsən sən? Apardı attı ora. Göndərib o tərzdə də məktubla. Götürmə. Mikrofon verin ona. Hani mikrofon? Get Dəymə götür də, oradan. Qoy yerinə. Ayıb onu. Ayıb, ay sən pisdir də, mənası pisdir. Niyə başa düşmürsən? Düşüncəndə problem var sənin. Onu başqa gözlə dəqiqə, göndərim. bir dəqiqə. Xeyr, qəbul eləmirəm mən bu hədiyyəni. Mənə vermir. Xeyr, Bir yoldaş aç mənim, dana, mən bəlkə verəm. sənə gəlib o- Qəbul eləmirəm. Olsun bu dəqiqə yemək istəmək məhkəməyə məni. Belə gətir o hədiyyəni bura. Olmaz Hüseyn. Onu Cəmaət başqa baxır gözlə bizim milyonlar göndər. baxır. Ay, get. Onu başqa gözlə göndər. Nə başa düşmürsən sən? Yəni bu o demək deyil
söhbətlər eləməlisən. Düz elə. Hər kim göndərib, ayıbdır. O hədiyyə göndərən adam hörmətsizlikdir bu. O öz-özünə hörmətsizlik. Sən başa düşmürsən? O hədiyyəni göndərənə hörmətsizlik. Mən sənə hədiyyə ala bilərəm. Sənə başqaları ala bilməz. Başa düşdün? Onu at kənara. Nail bəy, heç sizə hədiyyə gəlməyib. O mənada deyil də. İndi məsələ bundadır ki, Xoşqədəm xanım, o Doktor, məktuba bir baxanda dəqiqə. hardasa bu xanıma Bir da dəqiqə, vermək ay olur da. doktor, Bizim heç ancaq- həyatınızda sizə hədiyyə gəlmədimi? Yoldaş ola, sevgi mənasında. İndi Nail, sənə hədiyyə gəlirmi? Xanıma da bildirdim, Xoşqədəm Nə xanım. bilir ki, o Baxın, hədiyyə yox. qadındandır, Harda, kişidəndir, kimdəndir? Bəlkə o hədiyyə... Bəlkə hədiyyəni Ayşə başqası sənədir. göndərib, onu başqası yazıb. O Xoşqədəm xanım dünən dedi ki, baxın, siz Bilmədən- iyilənizə peşman olacaqsınız doktor. Bilmədən qınamayın. O məktub xeyr, Xoşqədəm xanım da 2 nəfər Bilmədən göndərib onu. qınamayın Məktubu başqa insanları. adam göndərib. Bu hədiyyəni başqa adam göndərib. Xeyr, dedi ki, hədiyyənin üzərində məktub gəlib. Bəli, Elə dedi Xoşqədəm xanım dünən nə dedi ki, 2 Tamam, dənə başqa fərqli şeydir. insan. Dünən 2 fərqli insan göndərib bunu. Baxın, siz bilmədən... Eləmədi, məktub üzərində gəlib. Bu qadın sənin namusundur. Bu Kim qadın deyir ki, sənin elə deyil? ailəndir, balanın Kim deyil? anasıdır. Sən nə danışırsan? Hansısa Mən bir ailəni qadınmış hədiyyə kimi qəbul eləməliyəm. Sənə hədiyyə göndər. Eləməlisən. Ayıb olsun sənə. Ayrı-ayrı Ayıb şeylərdir. olsun Üç sənə. yoldaşından Mən olur. sənə Ay sadəcə Hüseyin, bunu xoş gəlib deyirəm. xanım deyir ki, o hədiyyənin üzərində o məktub gəlib. O Niyə məktub baxmırsan? gəlməyib, dedi 2 nəfər göndərib. Biri məktub göndərib, biri hədiyyə göndərib. Siz elə dediniz axı Bax, biraz. Xeyr, əvvəl. eyni göndərilməyib. Necədir? Həmişə 2 nəfər səhvlər... göndərib onu dedi. Bir dəqiqə. Mən deyirəm ki, bəlkə hədiyyə onların ikisinə gəlib. Yəni bu da ola bilər axı. Bəli. Bəli. Bəlkə sənə göndərilib hədiyyə, sizin mənə gələcəyinizin gəlməyib. xoşbəxtliyi üçün Bilmədi, göndərilib. Xoşqədəm xanım imkan vermədən ağzını açsın. İndi Heç ebi yox, vaxt ebi yox. insanları bilmədən, açılmadan, son yerə gəlmədən, əziz dostlarım, itham etməyin, mühakimə etməyin. Xeyr, qəti şəkildə Xanım, çünki- Hüseyin çox nümunəvi, uşağına baxan, hansı kişi uşağa baxır? Buradakıların birinə sual ver görək, gecələr uşağının başında hansı kişi yatıbdır? Bir dənə süd verməyi qalıb Hüseynin uşağa, bəsdirin. Olmaz könül hamısına razı deyiləm. Əsəbləşirəm. Dəyəri də, namusu da, şərəfi də onun ailəsidir. Hüseyin ailəsini bugünə gətirib çıxardırsa, Hüseyin heç də yaxşı oğlan deyil. Bunu mən sizə deyirəm. Hüseyin burada neyinib Könül xanım? Bunu sizə mən deyirəm. Qeyrəti olan, abru olan, isməti olan, namusu olan oğlan heç vaxt ailəsini gətirib milyonların qabağında bu qədər əzdirməz. Nə Bəzdirin daha. Tam doğru, Bəli. tam doğru her sözün Baxın, indi mən arkasında. deyirəm sizə. Ayşə, Hüseynin yerinə kim olsaydı, çoxdan Ayşaddan boşanardı. Bəli, bəli, bilmədikləriniz var, xahiş edirəm. Nəyə görə? Neyinəmişəm? Pis hərəkət etmişəm. Könül xanıma sualım var. Amma Ayşad, buna baxmayaraq, mən şəxsən Xoşqədəm Baxşəliyeva sizin ayrılmağınızı istəmirəm. Hüseyin də şahiddir ki, mən bayaq da onunla danışmışam. Düzdürmü Hüseyin? Bəli. Bayaq da danışmışam ki, Hüseyin, bu müvəqqəti bir əsəbdir, qısqanclıqdır, səni çox sevir. Sevgi... Mənim vəziyyətimi də nəzərə almalıdır. Mənim üstüncə ağrılarım var, əməliyyat yerim ağrıyır, hər şey üst-üstə gəlir, narkoz udmuşam. Mənim bu vəziyyətimi anlamalıdır, daha da üstə qoyur. Qısa bir ara verək, bir dənə keç otur orada. Bir dəqiqə, sənə heç nə olmaz, narahat olma. Əsas odur ki, sən öz həyat yoldaşını anla, başa düş. Bu ailənin bütövlüyü üçün, bu ailənin dağılmaması üçün qadın bəzən güzəştə getməyi bacarmalıdır. Ailəni qadın saxlayır. Ailəni idarə edən qadındır. Qadın kişi ilə mənəm desə o ailədən ailə olmaz. Bəzən susmalıdır qadın. Susmalıdır. Getməlidir. Davam edirik. Mən ilk dəfə Xəqani doktoru belə səbi görmüşəm. Şimdi tanıyıram bu doktor. Birinci dəfədir belə idarə etməni itirdi. Çünki bilirsiniz, ailəni heç kimsə istəmir ki, ailə dağılsın. Yəni mənim üçün dağılan hər bir ailədə ata-anasız qalan uşaqlar var, göz yaşı var. Bir qadının göz yaşı var, bir kişinin göz yaşı var. Amma ilk dəfədir ki, məni də tamaşaçılar bilir ki, ilk dəfədir ki, mən bir kişi tərəfindən çıxış eləyirəm. Mən balalarını atan qadınlar,
uşağını atıb qaçan qadınları belə burada müdafiə etdiyimi görübdü insanlar. Amma ilk dəfədir ki, mən bir kişinin yanındayam. Çünki həqiqətən bu oğlana mənim yazığım gəlir. Birinci, səhv təqdim edilib. İnsanlar onu, mənim dostlarım, tanışlarım mənə zəng eləyir. Mən dəhşətə gəlirəm, deyirəm, siz Hüseyni tanımırsınız. Bu belə deyil. Yox, yaxşı uşaqdır Hüseyin. Hüseyin belə deyil. İkincisi, səhv seçim edib, inciməsin Ayşad. Onu mən də dedim. Hüseyin hələ evlənməli deyildi, dostlar. Evi olmayan, işi olmayan. Erkən seçim edib, səhv seçim bəli, səhvdir, etməyib. yox, səhvdir. də Bütün mənalarda səhvdir. Bu mənim fikrimdir, hörmətlə yanaşmaq lazımdır, hamı bir-birin fikrinədir. Bu adamın evi yox, bu adamın eşiyi yox. Bu adam özünü saxlaya bilmir, uşaq saxlayandır bu, birində qucağında, yəni olmaz. Hüseynin səhvi nədir Olmaz. Çolux xanım? Hüseyin sən neyini deyə bilərsiniz? Hüseyin məsuliyyətli bir kişi deyil. Niyə işində, gücündə Hüseyin məsuliyyətli, məsuliyyətli olan hər şey neyini? Hayır ama be, Ya- işində gücündə məsuliyyətlisə, ailəsində məsuliyyətli deyil. Neyin əməlidir bu yazı? Neyin ailəsinə qarşı? Qapıya qədər dürtüb gətirirsiniz. Qadın qapıdan çıxanda deyirsiniz, aa qadın çıxdı. xanım, burada Amma başa aydın düşmək aşkar lazımdır ki, bu görsənir qadını ki- qapıya qədər sən kişi dürtdün Bir gətirdin. dənə sizə söz ya. deyib, Çolux xanım. Hüseynin yoldaşı iş yerinə baskın eləmişdi. Hüseyin yoldaşını götürür əlinə tutur ki, gəl bir bax gör bu ofisdə işləyənlər necə mədənidir, necə yaxşı insanlardır. Hamının içində Hüseynə o hərəkət eləyirsə, bir Hansı kişini kişi? alçaldırsa, kim qəbul eləyər bunu? Hansı kişi, buradakı kişilərə sual verirəm. İş yerinizə həyat yoldaşınız baskın eləsə nə edərsiniz? Demək ki, ailəsindən Hüseyin tənzimləyə bilməyir. Aydın aşkar görsənir ki, mən səhərdən izləyirəm Biz qonaq xanımı. gedəcəyimiz Bir yer dəqiqə. var Aydın aşkar idi. görsənir ki, xanımda psixoloji problemlər var. Mən çox Psixoloji mənim problemim istərdim ki, yox. xanım Sözü düzün deyəm, yox, psixoloji sənin problemim psixoloji yox. problemin Xeyr, var. mən problemim zadım yoxdur. Bəli, Sadəcə var. Bilirsən, qadın bir qadın, bir qadın ailəsin Bir Gönül dəqiqə, xanım, burada hörmətli təkcə Gönül xanım. Gönül xanım, burada təkcə Hüseynin üzərinə düşürsünüz. Qadın da ailəsini idarə eləməlidir yeri gələndə. Bəli, qadın da ailəsini idarə Sizin eləməlidir. həyat yoldaşınızın Siz elə gözünüzün ancaq qabağında bu düşmürsünüz boyda yox, bir məktub dəqiqə. gəlsəydi, siz qəbul Niyə siz eləyərdiniz? ancaq Hüseynin Əlbəttə ki, üzərinə eləməzlər. düşürsünüz? Özlərinə sərf eləmir axı. bu böyük bir problemdir. Bu xanımın böyük bir Və problemi. qeyd eləyim, Problemimiz yoxdur, bizim xanım, eyni problem- zamanda kök hüceyrə uzmanıdır. Aytən xanım eyni zamanda bir nevroloqdur, özü də tanınmış və Bəli. peşəkar bir nevroloqdur. Qeyd eləyim ki, həm Hüseyni, həm biz Ayşadı göndərmişdik. Medera Hospitalında uzun müddət Türkiyədə çalışıb gələn dəyərli və peşəkar bu ölkədə barmaqla sayılacaq nevroloqlardan biri Sevinç Məmmədovanın yanına. Hüseyn, Sevinç Məmmədova hansı sözləri dedi Ayşadla bağlı? Dedi ki, ciddi problemlər var, müalicə olunmalıdır. Ay bu olsun sənə Hüseyin. Ay nə ayıb olsa, ay Həkimi yalancı çıxarırıq Hüseynə biz. vaxt dedi elə bir söz. Həkimi yalancı çıxarırıq biz. Onun xanımı deyə ailəsi Necə deyə başa deməsin? düşürsün. Deyir ki, qadın kişini vəzir də eləyər, ləzir də eləyər. Sevinç Nə olar ki, çıxar qadını, hər şey atın kişilərin üstünə. Sevinç xanım, bircə dəqiqə, doktor, Ayşadın doktoru danışır. Könül xanım, icazə verin. Könül xanım, icazə verin. Könül xanım, Hüseyin icazə verin. Bizim dəyərli doktorumuz, nevroloqumuz Sevinç xanım hal-hazırda telefon xəttindədir. Sevinç xanım, qısaca məlumat verim. Ayşadla Hüseynin arasında gərginlik davam edir və Hüseyin boşanmaq üçün müraciət edib, hətta bugün studiyaya girmirdi. Burada müzakirələr gedir. Ayşadın psixoloji problemlərinin olması və mən dedim, Sevinç xanıma göndərmişdik. Sevinç xanım da dedi ki, müalicəyə ehtiyac var. Düzdür, yalandır, nədir, siz danışın. Bəli, Ayşadın özündə də müalicəyə ehtiyac var idi. Əslində hər ikisində var idi. Mən hər ikisinə müalicə yazdım və hər ikisinə də dərmanları verdim. Nəzərə alaraq ki, Ayşad süd vermə dönəmində idi. Onun dərmanları o baxımdan seçilmişdi. Ona görə hər ikisinə verdim. Həm Və də ən ciddi problem Ayşaddadır dediniz. Hüseyndəki yuxusuzluq. Əzizim, Hüseynin dərdi yuxusuzluqdur, stresdir, iş tapa bilmirdi.
Gərginliyi, yaşadığı stresləri var idi, travmaları var idi. Bəli. Mən ona bağlı olaraq dedim ki, onda da gərginlik, gecə yuxusuzluqları var. O baxımdan hər ikisi müalicəyə ehtiyacı var idi. Və Ayşadda da yenə psixoloji narahatçılıqlar keçən səfərdə Bəli, bunu bizim dəyərli Elmir bəy də söylədi, bizim dəyərli psixoterapevtimiz, bəli. Ona görə mənlə yanaşı, hətta yaxşı olardı ki, psixoloji da dəstək alsın, psixoloqla, yəni bəzi Eyni özgüvən sözü problemləri. Elmir Əkbər də dedi. Dedi ki, nevroloqla yanaşı bir psixoterapevtlə də işləməsi mütləqdir Ayşadın. Çox təşəkkür edirəm Sevinç xanım. Bu arada mən bütün gənciyə buradan səslənirəm. 3 yanvarda Sevinç Məmmədova West klinikasında olacaq. Dostlar, indidən qeydiyyatdan keçin. Bütün nevroloji deməli problemi olanlar Sevinç Məmmədovanın əlaqə nömrəsini deyirəm. West klinikasında Gəncədə olacaqdır və qeydiyyatdan keçin. 055 754 11 66 əlaqə nömrəsidir. Buyurun. Hər bir qadının doğuş öncəsi və doğuş sonrası müəyyən prenatal və postnatal dövrləri var. Qadın ağır doğuş keçirdi. Qadın çox həssas bir daha dövrünü yaşayır. Burada bəy ona dəstək olmaqdan, onun bir çox problemlərini altdan almaqdan gəlib buradakılar danışanlara qol qanat verir. Hə, mən boşuyum. Sən birincisi ixtiyarın yoxdur o qadını boşamağa. Çünki onun uşağının hələ bir yaşı yoxdur. İkincisi də sən bu qadınla ailə həyatı quranda Hüseyin, sən bilirdin bunun xarakterini ki, bu çılğındır, bu qısqancdır, bu sakit qadın deyil. Denən ölümünə yaşamalıdır da, bu adamın həyatı yoxdur da. Almayardı da bacım, almayardı. Ay xanım, indi tək boşanan Hüseyinlə Ayşaddır mı? Xarakteri uyğun gəlmirsə, bir insan ölümünə qədər getməlidir mi? İnsanın bir tanıma dönəmi var da, insanın bir tanıma dönəmi var da. Hüseynin bəxti gətirməyən bir anadan gətirməsin, atadan gətirməsin. Könül xanım, bəyə Xoşqədəm xanım bir dənə söz işlətdi ki, düzgün seçim deyildi. Bax, nəyə görə? Deyirsiniz, doğuşdan sonra prenatal dövrdür də. Geçsin, anası da biraz baxsın da bir qızına. Bütün analar bəyən baxır. Bax, ona görə düzgün seçim deyildi. Hüseyin özü yetim uşaqdır. Heç kimi yoxdur. Gərək bu elə bir Hüseynin heç kəsi elə yoxdur. bir ailənin qızını almalıydı ki, heç olmasa bunlar gedib ora sığına bilsinlər. Yaxşı Zülfiyə xanım, bu sözlərlə nə demək istəyirsiniz? Siz dağılsın bu Xeyr, biz istəmirik ailə dağılsın. Biz əksinə. Burada dərk etməliydi ailənin məsuliyyətini. Müvəqqəti baxsın da anası. Bəli. Orada bir dincəlsin. Bir müddət. Bəli. Mən də dedim keçən dəfə verilişdi ki, geçsin müvəqqəti olaraq. Biraz həm müalicələrini alsın, anasına qulluq eləsin, anası baxsın, otursun anasının yanına. Ana deyir mi gəl? Anayı bağlayın da efirə, birazdan bağlayın. Mən niyə yoldaşımı tək qoymalıyam ki, övladımı tək qoymalıyam və getməliyim? Ayşad, ayrılmır səndən. Mən ayrılmaq da fikrim yoxdur zaten. Necə? Mən getmirəm, mən Ayşad, heç yoldaşım harda, kimsə sənin ayrılmanı istəmir və xüsusilə mən istəmirəm. Hüseynin balası da öz həyatını yaşamamalıdır. O da atası kimi anasız atasız qalmamalıdır. Amma bu şəkildə gedərsə Hüseyni itirirsə. Mən yoldaşımın yanında olmaq istəyirəm bu qədər. Yoldaşım harda, mən də orada olmalıyım. Bizdə nə qədər uşaqlar gəlir, valideynlər gəlir. Hüseyin orada diqqətli olmalıdır. Əgər belə davam eləsə, məcbur mən Hüseyini işdən çıxartmalıyam. Yəni bu məsələ budur da, mən başqa birini götürməliyim. Nə etməliyim ki mən? Ayşad onu istəyir. Sən istəyirsən əlinə Ayşad buna qoysun, oynasın. Nə etməyim məs? Ayşad burada indicə dedi ki, Hüseyin yazıq gəlir. Bax, soyuqda bu uzaq başı mən sizə deyib 2-3 gün sonra bu bərk xəstələnəcək. Çünki soyuqda çöldə gözlür bu. İçəriyə gəlmir yəni. Dəhşətdir. Necə olacaq bəs bu? Nəysə, mən bircə dəqiqə dünənləri biz qalmışdıq DNK-da və mən tamaşaçıya söz vermişdim. İstəyir mobil istəsin, istəyir istəməsin, istəyir bu tərəf istəsin, o tərəf istəsin. Bunun heç biri olmayacaqdır. Çünki əziyyət çəkmişik, burada digər talihlər var. Bax, oturub bu xanım qızının ölüm məsələsini araşdırmalıyıq. Ona görə incimə mobil. Siz nə deyəsiniz adı incimir? Vəssalam. Nə deyirəmsə odur. Sadəcə bir saniyə. Çox gərgin bir andı mənim üçün. Həqiqətən dəhşətdir.
Bir saniyə, dönmək istəmirəm o mövzuya. O dönəcəm. Birazdan dönəcəm o mövzuya, amma indi yox. İndi yox. Əbülfəz, kimi axtarırsan? Bir də mikrofonu verin ora. Salamlayıram, axşamınız xeyir. Axşamınız xeyir olsun. Kimi axtarırsınız? Anamı. Ananızı axtarırsınız. Bəli. Adını, soyadını bilirsiniz? Adını bilirəm, soyadını yox. Adı nədir? Əntiqa. Əntiqə. Bəli. Harda doğulmusan, atan kimi olub, necə olub danasız qalmısan? Daşkəsən rayonunun Qabaqtəpə kəndindən anadan olmuşam. Atam o dönəmlər, mənim anam Qazax mahalından ora müəllimə gedib. Harda? Qazax mahalından. Qazax mahalından hara gedib müəllimə? Daşkəsən rayonuna təyinat olubdu. Daşkəsənə gedibdi. Bəli, orada atam görübdü onu, ondan mənə çatan məlumata görə, ondan mən olmuşam, onu əlindən alıblar, atam aparıbdır. Səni əlindən alıb Bəli, aparıb. atam gil alıb, əmimlə atam alıb aparıbdır. Mənim də... Ananla atan rəsmi nigahdan mı olub? Bəli. Adı Əntiqə olub. Bəli, mənə çatan Yaxşı, heç olmasa babanın, nənənin adını bilirsənmi? Yox, heç bir məlumat onu mənə qonşuluqdan deyibdilər. Və sən o neçə yaşında bildin ki, sənin anan başqa olub? Mən haradasa 30 yaşım var idi. İndi neçə yaşın var? İndi 43 yaşım var. Deməli, 13 il əvvəl bildin ki, sənin atam anan... rəhmətə gedəndən il dönümündə bildim mən onu. Kim dedi sənə? Mən, anam getmədi, atamın qəbrinin üstünə. Yəni analığın, ögey ana. Getmədi, onun üstünə mən onlarla dalaşdım ki, nəyə görə getmirsən? Qonşuluqdan bir nəfər dedi, sana görə getmir. Dedim, mən nə varmışam ki, mənə görə nəyə getmir? Dedi, sana görə getmir ki, özünün 5 uşağı var idi. Atan gətirdi, səni atdı bura. Ona görə sağ görə onun üstə getmir. Getməməyə də haqqı var. Ondan sonra mən... Bildin ki, anan başqa adam. Mən sonra həmən gün ildəyərimi qutardı, sərsinə onlara getdim. Dedim, bana niyə belə deyirsən də? Sən niyə nə qədər 30 ildir biz bir yerdəyik, burada yaşayırıq. Mənə baxırsan, bəli. Dedi ki, get, anama deyəndə dedi, get atanla soruş. Elə bir şey yoxdur. Atam ölüb, hardan soruşsun? Yəni elə bil ki, atanın qisasını səndən aldı. Bəli, elə uşaqlıqdan da çox belə pis həyatım. Yəni qonşular zat hamısı bilir yəni necə yaşamışam, necə böyümüşəm. Amma yenə belə bir şey alıb. Onlar evdə çox seçilmişəm. Olmağına çox seçilmişəm. Yaxşı, səni belə seçirdilərsə, necə oldu ki, sən heç hiss eləmədin ki, vallahi, yəni... nə bilim. Bibi var idi orada, əmi var idi. Həqiqətən orada... Əmi bilirdi, əmi deməyibdi. Əmimin yanına göndərdi məni ki, əmin bilir. Getdim əmimin yanına, əmim məni həmən adamı demədim, adını deməmişdim. O adamı təhqir elədi ki, o deyib sana. Dedim, bəli, o deyib. Nəysə, deməli, Daşkəsəndən olub, hə, anan? Qazax mahalından Daşkəsənə gedib. Qazax mahalından Daşkəsən rayonuna onda belə çıxır ki, Qazaxdan olub anan. Bəli. Adı Əntiqə olubdu. Əbülfəzi 30 il, neçə il əvvəl? 33 ildə. 43 il. 43 il əvvəl ata ananın əlindən alır, gəlir, hara? Qabaqtəpəyə, Daşkəsən rayonunun kəndinə də. Daşkəsənə gəlir. İndi Əbülfəz 43 ildən sonra doğma anası Əntiqəni axtarır. Atanın adını, soyadını de. Bağırov İslam Mirzəoğlu. Bağırov İslam Mirzəoğlu. Əntiqə adlı qadınla evli olur. Oğlunu Əbülfəzi onun əlindən alır, Daşkəsənə qayıdır. Bəlkə də bu talih sizə tanışdır. Tanışdırsa qaynar xətlərimizi görürsünüz. Bizimlə əlaqə saxlayın və burada hal-hazırda kimdir? Ruslandır. Ruslan da demişdi, məni efirə bağla. Dünənləri efir bitən kimi bizi deməli bağlantı yaratdılar, amma artıq onda efir bitmişdi. Çox üzr istəyirəm. Ruslan, xoş gördük. Alo. Alo. Ruslan. Alo, Ruslan, eşidirsən məni? Eşidirəm. Üzünü də qapatmışsan, sənə qurban olum. Yaraşıqlı dasan, üzünü niyə qapatırsan? Qapatma üzünü, qapatma. Ruslan, Murad hardadır? Murad oradadır, hardadır? Atamın yanında olar da, harda olar? Dünən gördünüz ki, hardadır? Bağlantı yarada bilərik Muradla. İndi görün, bağlantı yarada bilirik. Tamam, qısa bir ara veririk. Ruslan, mən telefondayam, bağlantını yarat. Qısa bir ara verək uşaqlar. Təcili reklama çıxaq və davam edəcəyik. Günlərdir sürən müzakirə yekunlaşır. Bugün Murad Mobilin oğludur mu? DNK-nın cavabı açılır əziz tamaşaçılar.
Hər kəs ekran qarşısına yaxın əyləşsin. Bugün günlərdir sürən və 34 il oldu ya. 92-ci ildən 34 il olundu. 4 yaşında itkin düşüb. Bu illərdən nə qədər həyəcanlar keçirilib, nə qədər yuxusuz gecələr var. Təsəvvür edin ki, bir nəsil, bir ailə necə əzablar çəkibdir. Bugün son qoyulur. Deyə bilmərəm ki, bu Murad həmən Muraddır və ya odur, o deyil. Olsa belə, olmasa belə, başqa bir ailənin muradı tapılır. Başqa bir ailə muradına qovuşur. Ona görə Mobil, heç olmasa mənə bir sözün varmı? Sizə Allah sözüm, sizə təşəkkürüm var. Zinəmət də şah sizə, onun üçün bütün kollektivin hamısına mən minnətdar edirəm. Çox sağ olun, əziyyət çəkmişsiniz. Allah sizə dəyməsin. Çox sağ olun. Sponsorlarımıza təşəkkür edirəm. Bir marketə təşəkkür edirəm. Dostlar, bir marketdə onlayn deməli, paltar yuyan maşınlar, ev təmizlik vasitələri, gözəllik məhsullarını sifariş etmək olar və hal-hazırda lotereya keçirilir. Sibiristdən ev, bahalı maşınlar əldə etmək istəyirsinizsə, hər 10 manatlıq sifarişə bir şans. Əgər sifarişi təhvil məntəqəsindən götürsəniz, 10 şans qazanırsınız. Xüsusi sponsorumuz Medera Hospitaldır. Fizioterapiya reabilitologumuz Doktor Gülnar Rəhmətlinin yanında bel boyun ağrıları, disk yırtığı, protruziya, çin, diz ağrıları, artroz, skalyoz, kifoza yox deyə bilərsiniz. 051-525-17-17 əlaqə nömrəsidir. 10 yanvarda da Lənkərana gəlir doktorumuz, neyrocərrahımız Əl Osman Qədimbəylinin yanında dekabrın sonuna qədər endirimlər var. Qeyd edeyim ki, bir qol karpal olana ikinci qol karpal endoskopik əməliyyat pulsuzdur. 055-296-66-68 əlaqə nömrəsidir. Oftalmologumuz Cahit Şahbazova təşəkkür edirəm. Əziz Goranboy əhli Goranboya yanvar ayının 10-da Medlife klinikasına gəlir doktorumuz. 17 yanvarda da Naxçıvandayıq. 050-805-15-15-ə zəng edin. Zob doktorumuz Xəqani Həsənovun yanında zəhərli zob, düyünlü zob, hamiləlikdə zoba yox deyə bilərsiniz. Sənaq Arramın adından müraciət edin. Həftənin 5 günü Bakıda 28 dekabr gözəl Quba. Qubaya gəlir, qeydiyyatdan keçin. 050-603-81-82 əlaqə nömrəsidir. Urolog-andrologumuz Bəxtiyar Hüseynovun yanında uroloji əməliyyatlar, böyrək daşı əməliyyatlarını icbari sığortayla həyata keçirə bilərsiniz. 055-694-40-50 əlaqə nömrəsidir. Lor cərrahımız Leyla Zülfüqarovanın yanında uşaqlar, böyüklər, qulaq, burun, boğaz əməliyyatları, plastik burun əməliyyatı istəyənlər 050-836-36-36-ya zəng edə bilər. Bu arada 27 dekabr Mingəçevir, 28 dekabr Şəkidə olacaq. Beynəlxalq Təhsil Mərkəzinə təşəkkür edirəm. 40 növ Azərbaycanda ilk dəfə bu mərkəzdə 40 növ təhsil xidməti var. YÖS, SAT, AES, Çin dili, süni intellekt, kiberdim və buraxılış və sair imtahanlara hazırlıq, eyni zamanda heç bir imtahan vermədən ən məşhur universitetlərə qəbul ola bilərsiniz. 051-401-44-43 əlaqə nömrəsidir. Regen Bakı Kök Hüceyrə Mərkəzi Aytən Əliyevaya təşəkkür edirəm. Dəyərli uzman bizim bu sahədə. Nevrologumuz Doktor Aytən Əliyevanın yanında siz uşaq serebral iflic, baş boyun və bel ağrıları, oynaq problemləri, xroniki yorğunluq və orqanizmanın cavanlaşmasını istəyirsinizsə 077-502-0033-ə zəng edə bilərsiniz. Bafuriyə təşəkkür edirəm. Xanımlar, köhnə paltar yuma tozları ilə əziyyət dövrü bitdi. Sadəcə bir kapsulu barabana atırsınız. Bu kapsul rəngləri canlandırır, yumuşaqlıq verir və hər yumaqda büdcənizi qoruyur. Kapital Bank'a təşəkkür edirəm. İndi Kapital Bank'da maaş və pensiya kartı olanlar çoxlu bonus qazanır. Mobil. Bugün sondur. Bugün günlərlə burada müzakirə getdi. İndi sənə sual verirəm. Buyurun. Bütün əsəbi hər şeyi qoy kənara. Murad sənin oğlun çıxsa, gəl Qazaxstana gedək, oğlunun əlindən tut gətir deyəcəm sənə. Gedəcəksənmi mənimlə? Xeyr, getmişim. Getmişim. Gəlməzdim, valla. Mənim bütün əsəb sistemim xarab oldu bu gün.
Arvadı qoymur. Səbəbi çox aydın şəkildədir. Arvadı qoymur. Tərsinə də vermək lazımdır. Murat gəlmək istəyəcək Azərbaycana. Yox, hələ Adam həyatını qurub orada. Hansı həyatı var Ramal bəy? Türmə həbsxanalarda çürüyür adam. Tabii canfəşanlıq göstərsin balası üçün. Keçən dəfə qardaş deyirdi ki, bəs bunu burnu dağılıb, nə bilim həbsxanadadır, ayağında ayaqqabı yoxdur. Bunu sübut eləyə bilərlər. Bunlar göndərir ona. Hani. Qardaş, sən onu mənə demək ixtiyarın yoxdur qardaşım. Mən burada fikrimi bildirirəm. Bilinir. Mutluluk siz, saklı yarada. Neçə ildir böyüdürsən bunu? 12 ilə qədər var. 12 ilə yaxındır. Qardaşınız əməliyyat oldu, gördünüz, rahat oldunuz biraz. Ürəkləndiniz. Narahat olmayın. Qardaşınızı necə yola saldıq, sizi də İnşallah. sağ-salamat yola salacağıq. Yaxşı? Zamanı bizim xəstənin səs telini batırma ehtimalı niyə sıfıra yaxındır? Siniri gözlə axtarma. Həmən səs teli monitorin ucluğu ilə axtarır. Sinirə toxunanda bizə monitorumuz belə bir səs verir. Neçə gün keçib əməliyyatınızdan? 4-cü gündür doktor. Necədir vəziyyət? Necə hiss edirsiniz özünüzü? Pis deyil, şükür, yaxşı. Hər şey yaxşıdır. Hal-hazırda heç bir narahatçılığınız yoxdur. Hər şey qaydasındadır. Bu problemdən tam xilas oldunuz. Həyatınızı davam edəcəksiniz. Deməyə gəlməyib ki, kukla kimi otursun orada. Ay qardaş, burada sənin mənim işim yoxdur. Burada mövzu var və o mövzuya hər kəs bir də xahiş eləyirəm. Xahiş edirəm. Ramal bəy. Bircə dəqiqə, xahiş edirəm. Bir dəqiqə, xahiş edirəm, lütfən. Dostlar, xahiş edirəm sizdən. Xahiş edirəm, icazə ver. Bir saniyə. Bir saniye, xahiş edirəm. Hidayət, xahiş edirəm. Hidayət, xahiş edirəm. Bir-birinizə hörmət eləyin. Buradan çıxacaqsınız, yenə siz qohumsunuz. Yenə siz bir nəsilsiniz. Yenə Allah eləməsin deyə bir şey yoxdur. O ailədə sənin qızın var. Mobil, sənin o ailədə qanın var, qızın var. O qız gəldiri bilərsə. Xahiş edirəm. Mən yıxıldım ona, nəma bir dənə su vermədi. Düz elədi. Onun da sənə ihtiyacı yox, sən eləməmişdin. Yaxşı elədi. Halal olsun o qıza. Mənə elə evlat lazım deyil. Otur yerlə. Otur yerlə. Ay doktora hörmət eləyək. Ayıb olsun sizə. Biz onunla müzakirə eləmirik. Heç bir şey. Bir dəqiqə, xahiş edirəm, əyləşin. Xahiş edirəm. Doktorun biz təşəkkür doktor bu günləri yaman bizim gərgin günümüzdə. Xanım onsuz da çox emosionaldır. Bunu görüb mən İnanmırsan ki. Ya əsas odur ki, bu emosionallıqdan zob təzdən yaranmayacaq. Ya onu qoymayın. Hə, vəssalam. Əsas odur ki, narahat olmayın. Xəqain doktor elə bir peşəkar doktordur ki, o bu stresdən təkrar o xəstəliyin geri qayıtmasına imkan verməyəcək. Gəlin, gözəl Qubadan gəlib, hə? Bəli, Qusardan. Baxıram, Qusardan. Gözəl Qusardan, burada bizi Qusardan bizi izləyənləri salamlayıram. Vay, mənə nə gətir? Mənə gətirmirsən doktora.
Mənə gətirib. Ay Deyirdiniz Allah. Quba olması axırda gəldi. Doktor, bu da 3-4 dənə alma gətiribsən. Biz onun arxasınca gətirəcəyik pol. Yeşik almalar. Arxasınca təzədən gedirik Qubaya. Bəli. 2-3 gündən sonra elə yeri gəlmişkən, qoy qalsın burada bu gözəlliyi tamaşaçılarımız görsün. İndi açıb baxacağam. Aç o corabı ver mənə. Mən qeyd edeyim ki... Bu ləzgi corabıdır demişdik ki, gətirəcək sizə. Özdə mən bu arada qeyd edeyim ki, 28 dekabrda Qubada da, əziz Quba, 28 dekabrda dəyərli doktorum Qubaya gəlir. İndidən qeydiyyatdan keçin. 050-603-81-82. Yadındadır, bir dəfə də gətirmişdilər. Apardım, verdim anama. Anam dedi, ay qızım. Allah rəhmət Çünki özü də hörürdü anam. Ta ki gözləri son bir 5-6 il idi hörmürdü. Bizim hər birimizə corab hörürdü, əlcək hörürdü. O qədər sevinmişdi ki, o qədər. Onda da Xəqani doktorun xəstəsi gətirmişdi ona. Doktor, çox sağ olun. Minnətdaram. İndi bizim gözəl xanım danışsın. Ay Allah, siz bir fikir verin ha. Görün nə qədər. Buna baxın. Onlar mən bir söz deyim. Burada kadr vermirlər. Siz yadınızda bir neçə gün bundan qabaq kişi gəlmişdi bura böyük zobla. Onu kadra verməliydilər, vermədilər. Həmən müəllimin bacısıdır bu xanım. Verə bilərik onu Şahin. O əvvəl bir dənə kişi gəlmiş daha böyük belə eyni. İndi deməli bu həmən müəllimin bacısıdır və belə çıxır ki, ailədə genetikdir də belə çıxır, doktor. Kişi necə qorxurdu, illərdə əməliyyat olmurdu, xanım da qorxurdu, amma qardaşını görüb, ürəklənib bizim əməliyyata o da gəldi. Onu da dediyimiz kimi, söz verdiyimiz kimi yola saldıq, sağ-salamat. Kosmetoloji indi onu heç olmaz xanımı versələr. Xahiş edirəm, o kişinin kadrını verin efirə, dostlar. Necə hiss eləyirsən özünü? Mən əməliyyatdan sonra çox yaxşı hiss eləyirəm özümü. Yorğunluq, diz ağrısı qalmayıb. Məndə əvvəllər yorğunluq var idi, əsəb var idi, diz ağrısı var idi. Əməliyyatdan sonra heç nə qalmayıb. Bəli. Amma əməliyyata qədər özünüzü necə hiss eləyirdiniz? Əsəbli idim, dizim ağrıyırdı, çox yeriyə bilmirdim, yorulurdum tez. Əməliyyatdan sonra çox yaxşı oldum. Çox sağ olun sizə, Xoşqədəm xanım, doktor Xəqani doktorumuza çox sağ olun deyirəm. Allah razı olsun sizdən. Kimin zobu var, kim zobdan əziyyət çəkir, mütləq özə belə bir zobdan, necə şişdir. Şahin tapa bilmədisə onu? Tapa bilmədik. Bu videonun özündə olmalıydı. O videonun özündə yoxdur. Yox, bu böyük zob gəlmişdi. Yəqiniz ki, yadınızdadır, böyük əməliyyat eləmişdik. Bəli, böyük var mı? O böyük boğazında böyük bir şiş vardı. Yox, eybi yox, daha uca tapılmaz. Xanımın özündə də, bəli, bunlarda irsi fonunda görsəz, bəli. Kosmetik olaraq, yəni burada daha da çox problem idi. Kənardan çox görünürdü. Əgər doktor vaxtında gəlib əməliyyat olmasa nələr olur, onu deyək. Ümumiyyətlə, mənim əməliyyatım 90% halda yalnız məcbur idi. Bəli. Nə mənada? Gecikmiş formalar vaxtında müalicə almayan, gecikmiş formada gələn artıq o zob böyüyüb. Demək olar ki, 90% halda yalnız bu əməliyyatları eləyirik. Vaxtında müraciət edən pasiyentlərim yenə də 10 nəfərdən 9-u əməliyyata qədər gəlmirlər. Biz onu qoymuruq ki, gələcəkdə onlar əməliyyat olur. Yəni doktor elə gələn kimi gedin əməliyyata yox, o yoxluyur. Əgər məcburidirsə deyir, məcburidirsən bu əməliyyata getməlidir və buradan da mən bütün tamaşaçılarımıza deyirəm ki, daimi yorğunluq, kəskin, baxın, bax buyudur, göstərdilər indi. Xanımın qardaşı oldu. Belə çıxır ki, doktor, həm də genetikdir də. Təsəvvür eləyin ki, nə vəziyyətdə və illərlə bu kişi belə bu vəziyyətdə idi. Bacı da heç vaxt əməliyyata gəlmirdi. Artıq qardaşının yaxşı olduğunu gördükdən sonra bura gəldi. İndi mən bütün tamaşaçılara deyirəm ki, rahat şəkildə Xəqani doktora müraciət edər bilərsiniz. Daimi yorğunluq, amma buna qədər deyim. Kəskin arıqlama, kökəlmə, dərinin quruması, saçların tökülməsi, boğulma, tənginəfəslik, əsəblik, səbəblik, depresiya, səbəbsiz depresiya, sümüklərdə ağrılar, yaddaşın zəifliyi varsa, bu artıq həyəcan təbilidir. Mütləq bir
bir deməli endokrinoloqa, zob doktoruna müraciət etməlisiniz. 050-603-81-82 əlaqə nömrəsidir. Sən axtarramın adından bütün Bakı və Bakıya yaxın bütün rayonlardan Sən axtarramın adından müraciət edənlərə xüsusi endirimlər olacaq. Bakı əhli üçün bunu deyim. Amma doktorumuz Əziz Quba 28 dekabrda Qubada, 14 yanvar Salyanda, 17 yanvar Şəkidə olacaq. İndidən qeydiyyatdan keçin. Bilirsiniz ki, Xəqani doktorun o qədər belə deyək pasiyentləri var ki, bəzən yer məhdudiyyəti var. Ona görə indidən yazılın. 050-603-81-82 əlaqə nömrəsidir. Xanımı alqışlarla yola salıram. Bu nədir belə? Bu nədir? Bu nədir xanım? Bu. Onu verin də mənə. Mən çıxarım verin mənə. Çıxarım verin mənə. Sevda da elə tez bağlayır. Bir onu aç baxım görün bu nədir, nə deyil, bu şərf necədir. Bu arada burada bizim bir Vəfa adlı xanım olmalıdır. Onun zob problemi var doktor. Deyirəm bəlkə sabah göndərim sizin yanınıza. Canla başla sabah işləyik. Sabah gəlsin Vəfa. Bax sabahları gedirsən sən. Ay Allah, ölürəm də, ölürəm. Bax belə şeydir, bax belə. Gözəl. Qadının gözəlliyidir. Qadının gözəlliyidir. Hə. Çox xoşuma gəldi. Təşəkkür edirəm xanım. Minnətdaram sizə. Doktor sizə də təşəkkür edirəm. Belə ələ açıq pasiyentləri niyə istəməyim ki mən? Çox xoşuma gəldi. Çox möhtəşəmdir. Çox bəyəndim. Hanı? Sən gəl görün bura. Gəl görün bura. Hanı? Hardadır? Ay Aytən xanım görürsən? Ay Aytən xanım görürsən? Xəqani doktorun pasiyentləri də özü kimi ürəyi açıq, əli açıq. Vallah da, zarafat eləyirəm. Əsas odur ki, siz sağlam olun. Bizə heç nə lazım deyil. İzləyək sujeti. Mehriban xanım, xoş gəlmişsiniz. Siz bizə keçən dəfə baş ağrılarından və bel ağrılarından əziyyət çəkdiyinizi bildirdik və biz sizi qəbul etdik. Bu günləri mən sizə ikinci proseduru tətbiq edəcəm və təbii ki, müayinəmizdə siz birinci prosedurda effekt gördüyünüz üçün biz bu günləri o ikinci proseduru sizə tətbiq edəcəyik. Və baş ağrılarınızda MRT-nin cavabı bizə artıq göstərdi nə səbəbdəndir baş ağrılarınız və ona uyğun da sizə bir müalicə yazacaq. Qeyd edim ki, ümumi terapiya aparılacaq sizin üzərinizdə. Şükür Allaha biraz indi düzəlmişəm, nəticə görmüşəm. İnşallah indi bu ikinci proseduradan da mən nəticə görəcəyəm. İkincində də daha yaxşı olasın. Çox gözəl nəticə göstərək. İnşallah. Gözəl həkimin əlindəyəm mən. Mənə həmişə qayğı göstərir. Çox sağ olsun. Pasiyentimiz bel oma ağrılarından əziyyət çəkir və bu günləri biz ona ikinci proseduru edirik. Hüceyrə terapiyası bu bel oma bağlarının bərpası üçün tətbiq edirik ki, tamamilə pasiyentimiz ağrılardan azad olsun. Mən təşəkkür edirəm Regen Bakı Kök Hüceyrə Mərkəzinə, şəxsən Aytən xanımı, o təkcə Azərbaycanda yox, artıq dünyada məşhur doktorlar sırasına qatılıb. Orta Asiyada, Qazaxstan, Özbəkistandan bugün yüzlərlə pasiyenti var Aytən Əliyevanın ki, onlar uşaq serebral iflicidir, autizmdir, sonra insult sonrası nevroloji fəsadlardır, baş, boyun, bel ağrıları, oynaq problemləri, nevropatiyalar, Parkinson xəstəliyi, xroniki yorğunluqlar və gözəlləşib, cavanlaşmaq istəyən yüzlərlə pasiyent artıq Azərbaycandan kənarda, sərhədlərdən, Azərbaycan sərhədlərindən uzaqda yaşayanlar var ki, məhz Aytən Əliyevanı seçirlər. Qürur duyuram Aytən xanımla. Buyurun. Təşəkkür edirəm ona və bu arada deyirəm, Sən axtarramın adından müraciət edənlərə xüsusi endirimlər var doktorun yanında. 077-502-0033 və ya Ulduz 0101 əlaqə nömrələridir. Regen Bakı Kök Hüceyrə Mərkəzi. Gözəl xanımı dəvət edirəm bura. Gəlin bura. Xəqani doktorun pasiyentinin bu gözəl şərfi ilə qarşılayıram sizi. Nə gözəldir, necə xoşuma gəldi. Çox rəng də mənim rəngimdə. Xoş gəlmisiniz. Necəsiz? Tutmuşam. Minnətdaram sizə. Ayaqların yaxşıdır. Çox sağ olun. Hardan gəlmisiniz? Lənkərandan. Sizin kollektivə də minnətdaram. Aytən xanıma da minnətdaram. Aytən xanım kimi gözəl bir, savadlı bir həkimin əlinə məni verdiniz. Çox sağ olun. Bəli, biz özümüz bizə müraciət eləmişdik buradan. Ağrılarım azaldı. Çox əziyyət çəkirdim bel ağrısından. Əsa ilə gəzirdi. Bir yerin qoyun bizim bütün tamaşaçılar görsün. Bir alqışlayaq Aytən Əliyevanın. Əhsən sizə Aytən xanım.
Əhsən, möhtəşəm, yoxdur da belə doktor. Həkimlərimizin uğurları bol olsun. Amin, amin. Arzu edirəm ki, həm də Aytan xanım bir insan kimi gözəl insandır. Həkim kimi savadlı, insan kimi də çox gözəl insan. Çox sağ olun, minnətdaram. Allah Buradan sizə bütün Lənkəranı salamlayıram və deyirəm ki, həmişə gözəl həkimlərimizi göndərirəm sizin yanınıza. Hətta yeri gəlmişkən yanvar ayının 10-unda fizioterapevt, reabilitologumuz Gülnar Əhmədli də gələcək. İnşallah Aytan xanım da bir gün Lənkərana gedək. Doktor, nə vaxt gedəcəksiniz Lənkərana? Hələ getməmsiniz. İnşallah növbəti il. Növbəti il Lənkərana Növbəti gedək. ildə, elə salaq ki, bərabər gedək. Gəlmək istəyirəm, Lənkəran üçün darıxdım. Buyurun. Pasiyentimiz bizə müraciət edəndə baş, boyun, bel, oma ağrılarından əziyyət çəkirdi və biz orada hüceyrə terapiyası edərək, bilirsiniz ki, bu yırtıq, protruziyalar vardı və biz müayinə etdikdən sonra əgər əməliyyata göstəriş yoxdursa, onu hüceyrə terapiyası tamamilə aradan qaldırırıq. Belə ki, onurğa bağlarına, vətərlərinə hüceyrələri yeridərək, onları belə deyim ki, məni başa düşsünlər, onurğa bağları, vətərləri cavanlaşaraq bərpa olurlar və bunun nəticəsində həmin hansı ki, yırtıqdan əziyyət çəkən pasiyentlər var, bundan tamamilə, yəni ömürlük azad olurlar, hətta belə deyə bilərəm. Yəni tam rahatlıqla gəzirlər və öz sağlıqlarına qovuşurlar. Təşəkkür edək. Aytan Əliyeva, gözəl xanımı da Lənkərana yola salaq. Minnətdaram sizə. Çox sağ olun doktor. Əyləşə bilərsiniz və qeyd edeyim ki, inşallah Lənkərana da gələcək, amma Aytan Əliyevanın əlaqə nömrəsini təkrar edirəm. 077 502 0033 əlaqə nömrəsidir dostlar və qeyd edeyim ki, bizim aksiyalarımız daim var. Sevinç Məmmədova 3 deməli yanvarda Vest klinikasında Gəncədə olacaq. Nevroloji problemi olanlar, Gəncə və Gəncə ətrafından məni izləyənlər 055 754 1166-ya zəng edin. Neyrocərrahımız Əli Osman Qədimbəyin yanında dekabr ayının sonuna qədər aksiyalar var. Bir qol karpal olana ikinci qol karpal endoskopik əməliyyat pulsuzdur. 055 296 66 68 əlaqə nömrəsidir. Fizioterapeutimiz Gülnar Əhmədli yanvar ayının 10-unda Lənkəranda, 24 yanvarda Şəkidə olacaq. İndidən qeydiyyatdan keçin, vaxtı az qalıb. 051 525 17 17 əlaqə nömrəsidir. Zob doktorumuz Xəqani Həsənov Qubuya gəlir. 28 dekabr, 14 yanvar Salyan, 17 yanvar Şəki. 050 603 81 82. Bakıda da zob xəstəliyi ilə bağlı müraciət edənlər Sənaq Daramın adından gedərsə endirimlər olacaq və qısa bir ara veririk. Qısa bir aradan sonra davam edirik. Davam edirik dostlar. Deyirəm ki, kimin belə doktoru var? Görsən, hədiyyəni mənə ver. Xəqani doktor. Deyirəm, biraz belə danışıram ki, dava sönsün. Ürəyi açıq doktorum mənim. Qəlbi açıq doktorum mənim. Allah sizi var eləsin, Allah sizi qorusun. Həqiqətən də bilirsiniz, gözü toxluq, o genetikdir, o gəlir, onun sonradan milyonlar qazana bilərsən, amma gözün aclısı eləsən həmişə acı olacaqsan. Gözün toxdusa, o elə o şəkildə də ki, ac olsan belə, pul qazanmasan belə, 100 manatın da olsa, o gözü toxluq səni həmişə zəngin göstərəcək. Çünki qəlbin zəngindir. Bir dənə də söz deyim, elə sözü düşmüşkən, hamıdan çox üzr istəyirəm, biraz emosional oldum, biraz lazım olmayan sözləri işlətdim. Onu efirə vermədik, xəbərin olsun. İndi burada eşidən eşitdi. Yəni, fikrimin arxasındayım, sadəcə səsləndirməli deyildim. Emosiyalarımı biraz saxlamalıydım. Təşəkkür. Çox sağ olun, doktor. Çox sağ olun. Necə? Sənin heç nəyə xətirimə dəyməsinə insanı bir dəqiqə... Qəhrəmanı sizin insanlar alçalda bilməz. Sən qəhrəman deyilsən. Mən burada müraciət eləmişim. Mən gəlmiş şikayətçiyəm. Mən gəlmişəm ki, burada mən gəlim kömək istəyim. Bəli. Siz amma o şəkildə təhqir edə bilməzsiniz vətəndaşı. Bəli, ona görə də sənə indi emosiyasız bir söz deyim, qardaş. Mən niyə o sözü sənə dedim? Bir fikrimdə qalam, amma söyləyim. Qadın emosional ola bilər. Qadın efir, cəmiyyət içində yoldaşı ilə nəsə söz deyə bilər. Kişi emosiyalarını idarə eləməlidir. Sən
xanımla qoşulub, həmən o cavabları cəmiyyət içində deməli deyilsən. Sən bir dəqiqə, üzr istəyirəm. Sən həmən o problemləri evdə həll eləməlisən, qardaş. Yenə də deyirəm, qadın emosional olar, danışa bilər, qışqıra bilər. Sənə o yaraşmır, qardaş. Qadın bir söz deyəndə sən qayıdıb 10 dənə söz deyirsən. Mən bunu sənə yaraşdırmadım. Olmaz. Səhv o, bir dəqiqə. Düz olsan belə, sən bu cəmiyyət içində izləyicilərin belə görünərək, sən cavab versən də belə, sən düz olsan belə, sən səhvsən, qardaş. Başa düşdün? Düzməz. Və ona görə mən bu sözləri ifadəni sənə işlədim. Xəqani Bu bəy, hədiyyəni burada bir o qadın dəqiqə. göndərməyib. İki insan gönderib orada. Bir Xəqani məktubu bəy. qadın Bir göndəriblər. dəqiqə, üzr istəyirəm. Bunu belə. Mən də Xoşgədəm xanım çox xahiş edirəm. Bir dəqiqə. Bu hədiyyə ilə bağlı doktor. Bir dəqiqə, qoy fikrimi bildirim. Elə bu hədiyyə ilə bağlı. Bax, qardaş, həyat yoldaşıva hörmət eləmirsən, deyir, tanımadığın adamın bir hədiyyəsini açmışsan, dalınca qaçmışsan, hörmət eləyirsən, bilmədiyin adama heç o nədir? Hörmətdən danışsan, hörmətsizlikdən. Hamının içində yoldaşıva hörmət eləməyən, sən tanımadığın adama o nə, yoldaşına nə hörmət gözləyir? Bəs qadın milyonlar içində mənə göndər, heç tanımır kim göndər bu hədiyyəni. Apab zibin qapını atır. Bu buna göndər tamaşaçı hörmətsizlikdir. Burada tanımadığın adama görə. Bəlkə bunu bir ağbirçi göndər, bəlkə ağsaqqal göndər, bir babası kimi, nəvəsi kimi. Mən fikrimi bildirim, bircə dəqiqə xahiş edirəm. Xəqani bəy, mən sizlə razı deyiləm, düzdür, fikrinizə hörmətlə yanaşıram. Mənə görə, mən bilmirəm, bəlkə mənim anam, atam mənə səhv tərbiyə veribdir, onu deyə bilmərəm. Amma mənə həmişə dediyi anamın bir sözü vardı ki, kişi kişidir, əsəbi ola bilər, səs tonunu sənə qaldıra bilər. Onun səs tonu qalxanda sən nə qədər haqlı olsan da sus. O əsəbləri sakitləşənə qədər sus. Əsəblər sakitləşəndən sonra haqlı olduğunu ona söylə. Evdə, cəmiyyət içində yox. İndi bir dəqiqə, indi icazə verin, mən gətirirəm davanı. Bu evdə, siz sual verin Hüseynə ki, evdə o rahat otura bilirmi? 8 aydır Xoşgədəm xanım bu problem. Otura bilirsən rahat. 8 aydır bu problemi mən evdə çözməyə çalışıram. Bir dəqiqə. Sözü çalışa bilmədiyim üçün gəlmişəm. Hüseyn məcburiyyət qarşısında qaldı artıq efirdə dedi bu sözü. Hüseyn evindən nə çəkdiyini ta ki o mərkəzə, Ayşad, basqın eləyənə qədər eşitmişdiniz, Hüseyn efirdə desin boşanıram. Yenə də deməli deyildi. Necə yəni? Heç kəsi yoxdur Hüseynin. Xəqani bəy, Hüseynin sizdən məndən fərqi odur ki, Hüseynin nə anası var, nə bacısı var, nə gedəcəyi evi var. Sizin ailəniz var, mənim ailəm var, bacım var, qardaşım var. Mən küsəndə gedə biləcəyim yer var. Bu yazıq Hüseynin heç kəsi yoxdur. Biz qoya bilmərik onu əssinlər. Ay Xoşgədəm xanım, mən iş yerinə baskın eləməmişəm. Mən Hüseyin dəvət elədi. Deyir ki, gəl bir yerdə gedəcəyimiz yer var. Pulamyotla getməlisən. Baskındır da, görürük də videoda. Baskın deyil, mən aşağıda gözləyirəm Hüseyni neçə dəqiqələrlə ki, Hüseyin gəlmək bilmədi. Mən də məcbur qaldım, gördüm gəlmir. Ayşad, mən sənin məsələni müzakirə eləyəcəm. Amma sənə bircə dənə görüntü göstərirəm. Bu görüntüyə diqqətlə bax. Diqqətlə bax bu görüntüyə. Bu görüntünü də elə belə göstərmirəm. Şahin, o görüntünü verin. Aha. Studiyaya verin. Hələlik studiyaya verin. Bu görüntünü elə belə göstərmədim, Ayşad. Mən bir dəfə peşman olmuşam. Açıq deyəcəm. Açıq deyəcəm. Uğur məsələsində peşman olmuşam. Təkrar peşman olmaq istəmirəm. Təkrar peşman olmaq istəmirəm. Demirəm də ki, niyə peşman olmuşam. Siz deyəsən, onda buradaydınız da deyəsən. Bəli. Onda buradaydınız. İndi Ayşad, qəti şəkildə ailənin ayrılmağını istəmirəm. Və sənə mən deyirəm ki, Hüseynin dediyi ilə razılaş, get ananın evinə, dərmanlarını iç,
müalicəni elə. Mən müalicəyə ehtiyacım yoxdur, xay Xoşqədəm xanım. Allah canınıza sağ versin. Həkim deyib, bunu mən demirəm. Mən kiməm ki, mən həkim Xoşqədəm deyiləm. xanım, bir dəqiqə icazənizlə. B6 vitaminini içmişəm. Mənə yazılan B6. Vitaminlərin adını, dərman adı çəkmə efirdə, kəsməkdən yorulduq. Üzürü sayın. Mənə yazılan vitamini içmişəm. Hüseyin özü də şahiddir. Amma o birisi vitaminlərin resepti yoxdur həqiqətən. Niyə yoxdur? Neynəmsən? Reseptə ehtiyac yoxdur. Orada 2 dənə dərmandır. 2 dənə dərmandır. İkisi sənə yazılmışdı, ikisi də mənə. Aydın. Nəysə, bu məsələyə dönəcəm. Səbirli ol. Mən Ruslan mənə yazıbdı ki, aha zəng elədi. Alo. Bəli, salam Ruslan, necəsiz? Mənəm Murad. Ay Murad, necəsən Murad? Hardasan indi? Evdəyəm, indi işdən gəldim, evdəyəm. Evdə kimin evindəsən? Babamın evində. Axı deyirlər ki, sən evdə deyilsən, pis gündəsən, nə bilim, həbs eləyəcəklər səni 3 günə. Mən heç pis gündə deyiləm, mən işə girmişəm, işləyirəm. Sabahdan akşama işləyəm, akşama evdəyəm, evə gəldim. Onu kim deyir? Onu kim deyir? Hidayət deyir. Onu mən bilmirəm. O hamısı o. Sən tanımırsan Hidayəti? Hansı Hidayət diyorsun? Enişte tanıyorum. Sıralarım gecə hardaydın sən məndən danışanda ki, tutublar məni, pəhlivan da qoşuldu ya, xahiş elədi, orada polisi idi, kim idi, gecə saat 11 idi, Leyla da qoşulmuşdu, nömrələr var ya məndə, indi telefon aşağıdadır prosto. Yo, mən zvan diləndim, mən işdən çıxmışdım. Səni tutmuşdular. Səni tutmuşdular Murad, həbs eləmişdilər. Səni Hidayət... Bir dəqiqə görə Hidayət. Aha. Nə diyorsunuz siz? Deyirəm ki, səni kim tutmuşdu ki, səni pəhlivan buraxdırıbdı? Biz 4 nəfər qoşulduq bir telefona qoşulduq. Dedilər ki, səni aparıblar M5-ci polis idarəsinə 2 dənə telefon oğramsan. Bizə belə dedilər. Orada telefon söhbəti yoxdur. Bu birincisi. İkincisi. Ben orada danıştım. Diqqət edək, xahiş edirəm. Bəli, buyurun. Bir dəqiqə, danışığa diqqət edək. Ruslan, xahiş edirəm, canlı efirdəsən. Что хотят? Все, это коротко, ясно. Спроси-ка, что хотят от тебя? Deyir, onlardan soruşun ki, səndən nə istəyirlər? Nə istəyəcəklər? Onlar deyir ki, bu bizimkidirsə gətirək uşağımızı yanımıza. Nə istəyəcəklər? Ruslan, bilmirsən? Xoşqədəm xanım. Deyir, əgər Murad bizim uşaqdırsa, biz öz uşağımıza sahib çıxırıq. Bəli. Xoşqədəm xanım. Bəli. Mən bilirsən kiməm də, nə? Bilirəm, necəsiniz? Sağ ol. Onlara lazımdır. Gəlsin, aparsın, deyib eləsin. Onunca qalsın, onun dözsə gətirsin, qoysun yerinə. Səndən də salam elək, çox, taardıq. Yəni deyirsiniz ki, əgər onlarındırsa gəlib aparsınlar. Bağlamasınlar. Onları bilirsən nə qəsdilər, ha? Yox, xahiş edirəm, heç kəsə heç nə eləyə bilməzsiniz. Dünya dərəbəylik deyil. Hamısı məhkəmə ilə. Necə? Bəli, onlar hamısı məhkəməyə veriləcək. Sən indi kimin tərəfindəsən? O tərəfdəsən, bu tərəfdəsən? Bu çıxsa da, çıxmasa bunlar məhkəmə yolunda. Onlar məhkəmə yolunda hamısı cavab verilməlidir. Bunlar nə edibdir? Nə pislik eləyib sənə? Deyibdir ki, tapsınlar. Pis eləməyiblər. Niyə pis eləyirlər ki? Mənə çox, mənim əzimlə, mənə təhqir eləyirlər. Mənə burada deyir ki, gedək Ruslanın Muradı yaxşı. Ayın oradadı var, onu alaq. 20 dənə tır var, mağazını var. Deyir, bax o kişi. Kişi deyəndə belə deyir. Necə yəni? Deyir, Ruslanın pullarını əlinə var. Bəli, sonra da gedi Saxavada deyir ki, qaynı atamın yaxşı villası var, maşını var, 100 minlik, nə bilim nə.
Həmən başa Xoşqədəm xanım, mən Muraddan ötəri Gedək onun bundan birincisi tələb deməmişəm, eləyək. ikincisi də demişəm, Ala. yaxşı eləmişəm. Sonra da mən mənə deyir Muraddan ki- ötəri bir dənə canım qalıb ki, canımı ya sroka göndərəm, ya da bunların yanında öldürəm. Yalan danışmalıyam da. Və mənim başıma ölçən torbaları cırmalıyam, Yalan cırmalı danışırsan. deyirəm. Niyə yalan danışırsan? Yalan sanki çıxır ortalığa. Mən sənin oğlunu gətirməkdən ötəri nə qapılar döymüşəm, xaricdən adam tapmışam. Heç Nəyi sənin tapmışsan, nə başın armısan? işləyir. Aa, Göndərəm kimdən onu. 300? Kim? Hidayət Bəli, Özalov. Hamletdən, Hidayətdən. Hidayət alıb o Pul tökürlərə yollara. Ha. Axı birin heç olmasa %1 onlar da versin də, siz də versin. A belə kürəkən ələ düşər. O itən oğlu var, itən O kürəkən də o ilandır, koramaldır, ilandır. Nə kürəkən ha? Kürəkən də o. Kürəkən də o. Mən sən səviyyəyə gəlmək istəmirəm. Mən sən səviyyədə olmaq Görə. istəmirəm. Mən səninlə heç bir Mənlə kəlmə danışa sözüm yoxdur. bilməzsən. Ona görə Sağ- mənim çünki uşaqlarımı sən mənim aparırsan səviyyəm kəndə. var. Sən cavab Mənim verməlisən. Aga, səviyyəm sən var, cavab mən sən verməlisən. səviyyədə Uşaqlarımı ola bilmərəm. aparırsan kəndə, sən Hamı- cavab hamı verməlisən səni də. də Kim tanıyır. apar uşağı? Mənim Məni də uşağım kim yaxşı aparır? tanıyır, O sən da də cavab yaxşı verməlidir. Niyə aparırdın? Niyə aparıb ovradırdın mənim uşağımı? O pulu nə vaxtsa sənin başına tıqqıldacaqlar. Onun qardaşı gətirdi 200 manat pul var idi. 250, 300'dür. 300'dür. Onu sənin başına var. Hələ onu mən təzəlçən bilmişəm. Təzəlçən mən bilmişəm onu. Lazım deyil. Ehtiyac deyilmi o? Nə lazımdır? Ha, mənə lazım Yox, deyil. götür də, Lazım götür də, deyil xahiş mənə. edirəm. Məhkəmə yolunda, hamısı məhkəmə Yox, yolunda. elə indi məhkəmə Yox, Ay, siz o səviyyəni yersiniz. Xahiş Götür, edirəm. götür bu pul söhbəti bitsin. Məhkəmə Ay, yolunda. 2 dəqiqədən bir deyirsən 300 manat qardaşım Bəli, verib, siz laf o lazım. səviyyəni yersiniz. Sizi kim tanımır ki? Ay, sizi kim tanımır? Ay, məni qəşəng tanıyırlar. Bir Mən də dəqiqə. qəşəng tanıyırlar. Bir Mən dəqiqə. istəmirəm səninlə tanışıb olayım. Xoş gələm xanım, xahiş edirəm. Mən bu müzakirəmi etiraf buraxmayın. Ha, kimlə danışmalıyım? Mən səninlə danışmalıyım mən. Xanov. 2025-ci ildə təhsilimlə bağlı beynəlxalq təhsil mərkəzinə müraciət etmişdim. Hazırda Türkiyədə siyasi elmlər və dövlət idarəetməsi üzrə doktorantura təhsilimi davam etdirirəm. Beynəlxalq təhsil mərkəzini sənə axtarılan verilişində görmüşdüm və verdiyi güvənə görə müraciət etdim. Qəbul olunduqdan sonra yola salınma, qarşılanma, yaşayış icazəsinin alınması və digər proseslərdə Beynəlxalq Təhsil Mərkəzinin komandası bizə hər zaman dəstək oldu. Bunun üçün Beynəlxalq Təhsil Mərkəzinin komandasına dərin təşəkkürlərimi bildirirəm. Yəni, xahiş edirəm, sakitlik. Barat, lütfən, bugün sondur. Mən həqiqətən, yəni, tamaşaçılara da deyirəm ki, o DNK-nın cavabının nə olmasından asılı olmayaraq, mən bu ailəyə təşəkkür edirəm ki, bu qədər əziyyət çəkiblər. Vəssalam. DNK-nın cavabı nədir, bilmirəm. Mobilin oğludur, oğlu deyil. Hətta oğlu olmasa belə deyirəm ki, bu boyda əziyyət çəkdiniz. Halal olsun sizə. Bu qədər. Buyurun, Ramal bəy. Xoşqədəm xanım, Ramal bəy, dəyərli izləyicilər, hər birinizi salamlayıram. İcazənizlə özümü təqdim edim. Mən Sadiq İmanov. 2025-ci ildə doktorantura təhsili üzrə Beynəlxalq Təhsil Mərkəzinə müraciət etdim. Məhz elə səni axtarıram verilişində Ramal bəyi gördüm və verdikləri güvənə əmin olaraq müraciət etmişdim. Hal-hazırda Türkiyənin İstanbul şəhərində siyasi elmlər və doktorantura, dövlət idarəetməsi üzrə doktorantura təhsili alıram. Aldığım təhsildən və universitetdən tam razıyam. İstər buradan yola salınma, istər Türkiyədə qarşılanma və yaşayış icazəsinin alınması və digər bütün proseslərdə Beynəlxalq Təhsil Mərkəzi, başda Ramal bəy olmaqla bütün komanda bizə yetərincə öz dəstəklərini göstərmişdi. Beynəlxalq Təhsil Mərkəzinə öz dərin təşəkkürlərimi bildirirəm. Çox sağ olun Ramal bəy. Mən təşəkkür edirəm. Təşəkkür edirəm. Təşəkkür edirəm. Bu bizim
tələbəmizin öğrenci belgəsidir. Qeyd edeyim ki, magistratura və doktorantura üçün yanvar qeydiyyatımız başlayıb. Bir gün, uzaqbaşı bir həftə içərisində qəbul və apostili sənədlər verilir. Beynəlxalq təhsil mərkəzində 40 növ təhsil xidməti göstərilir. ADA məktəbinə hazırlıq, ADA universitetinə hazırlıq, Çin dili, İngilis dili, TRYÖS proqramı, Azərbaycanda buraxılış imtahanı, blok imtahanı, bütün yaş qrupları üzrə qeydiyyatdan bütün proqramlarımız üçün keçən hər bir şagirdimizə bu Beynəlxalq Təhsil Mərkəzinin çantası hədiyyə olunur. Və bilirsiniz ki, ildə 100 tələbəyə biz təqaüd veririk. Bu təqaüd proqramından da maksimum dərəcədə istifadə etməlidirlər. Buyursunlar, bütün ixtisaslar üzrə qəbullarımız sürətli bir şəkildə davam edir. Həm əyani, həm qiyabi, həm distant, həm hibrid formada qeydiyyatlarımız açıqdır. Və qeyd edeyim ki, hazırlıq kursları var, dil öyrənmək istəyən bizim balaca balalarımız var, valideynlərə müraciət edirəm. Eyni zamanda dedi, magistratura və doktorantura dərəcələri üzrə artıq qəbullara start verilir. Onun üçün də tələsin, hətta dekabrın sonuna qədər müraciət edənlər var idi ki. Bəli, onlar üstündə bir aylıq. Bir aylıq, deməli, pulsuz hazırlıqlar. 051 401 44 43 Beynəlxalq Təhsil Mərkəzinin əlaqə nömrəsidir. Bu fürsətdən yararlansın. Gənclik təhsilli olmalıdır. Balalarımız təhsilli olmalıdır və bugün Azərbaycanda ilk dəfə bir mərkəzdə 40 növ təhsil xidməti göstərilir. Ona görə də əziz tamaşaçılar, yararlanın bundan və Ramala təşəkkür edirəm. Əli Osman bəy gəlsin və Əli Osman bəyin sujetini izləyək. Mən həyatda yıxılmışdım. 3 ay zulüm çəkmişim. Yerimdən qalxa bilmirdim, yeriyə bilmirdim. Gəlimizlə yemək yedirdirdik evdə. Suyu, o çöp yoxdur, çöpü taxıtıb butulkanın baş hissəsinə içirdirdik çöplə. Sizin adınızı çoxdan eşitmişdim və düzdür, qəbula da düşmək çətindir. Açığı da desəm, gərək yazılasan, gələsən. Minnətdaram doktor sizə. Elə siz gələn kimi MRT-dən də baxdınız, MRT-dən keçdik, dediniz ki, xeyr, bu sınıqdır. Bu dərmanla müalicə olan deyil. Xəstəmizin belində gördüyünüz kimi 12-ci fəqərədə sınıq vardır. İynə ilə əməliyyatxana şəraitinə daxil olduq. Qapalı və narkozsuz şəkildə sınan fəqərəyə sement vururuq. Bununla da əməliyyatımız sona çatmış olur və xəstə tam normal həyatına geri dönür. Əli Osman doktor qəşəng əməliyyat edib bu saatda ceyran kimi hərlənir. Maşallah, budur, bu məyəm, budur. Gəz o başa get, gəl görüm. Bax, budur. Maşallah, gəl mən tərəfə. Qəşəng. Maşallah, əvvəl belə gəzə bilirdin ambulansdan gələndə. Allah şəfa versin, keçmiş olsun. Bizim bu dəyərli doktorumuzu mən sevirəm və onun xanımını tanıdım, Gülər xanımı. O qədər möhtəşəm bir qadındır ki, o qədər gözəl bir qadındır ki, ona buradan sevgimi göndərirəm. Özdə evliliklərinin də 10 ili tamam olur. Gəlin Əli Osman Qədimbəylini təbrik edək. Qoy uzun ömürlü olsun bütün evliliklər. Yuvalar dağılmasın, belə güclü, belə möhkəm ailələr olduqca onda bütün dəyərlər qorunacaqdır. Bütün dəyərlər qorunacaq, doktor. Mən sizə xoşbəxtlik arzuluyuram. Gözəl Gülər xanımla və balalarınızla. Buyurun. Çox sağ olun, təşəkkür edirəm, minnətdaram. Bu anamızda gördüyünüz kimi sınıq var idi. Tam 6 ay yataqda yatıb. Bizə gələrkən də ambulansla gətirmişdi. Bu xəstəlik hesab edirdi ki, yatdıqca 6 ay ərzində sümük bitişəcək, amma təəssüflər olsun ki, osteoporoz olan xəstədə əgər dərman preparatları içirsə, sümük əriməsi varsa, bu 6 ay yox, 1 ildə saxlasaq bitişmir. Bu xəstələrdə tamamilə qapalı şəkildə, narkozsuz və ağrısız şəkildə iynə ilə daxil oluruq, sementi vururuq. Tam 15 dəqiqə sonra Allahın izni ilə durur, gəzir. Bizim mərkəzdə qeyd edək ki, yəni onurğa sütuna aid bütün əməliyyatlar tətbiq olunur. Skalyozlar, kifozlar, fəqərə sürüşmələri, dar kanallar, yırtıqlar, sınıqlar mikroskopla əməliyyat olunur. Sadəcə bir dənə önəmli istədiyimiz olur ki, vaxtında gecikdirmədən, ayaqlar tutulmadan müraciət edin. Və qeyd edeyim ki, Əli Osman Qədimbəylinin yanında dekabr ayının sonuna qədər çox böyük bir belə deyək, aksiya var, yararlanın. Bir qol karpal olana, ikinci qol karpal endoskopik əməliyyat pulsuzdur. Bir nayihə MRT olana, ikinci nayihə pulsuzdur. Dəqiq diaqnoz üçün Türkiyəyə göndərilir. MRT-nin rəyləri məhz Türkiyədə yazılır. 055 296 66 68 əlaqə nömrəsidir doktorumuzun. Medera Hospitalında Sənax Darramın adından müraciət edənlər endirimlər var. O cümlədən bizim dəyərli nevrologumuz Sevinç Məmmədova da Medera Hospitalındadır. Türkiyənin ən məşhur professorlarla birlikdə uzun müddət çalışan Azərbaycanda barmaqla sayılacaq nevrologlarımızdan biridir. 3 deməli yanvarda da olacaqdır Gəncədə Vest klinikasında. Nevroloji problemi olanlar, epilepsiya, qıc olma, panik atak,
baş ağrı, baş gicəllənmə, migren kimi xəstəliklərdən əziyyət çəkənlər 055-754-1166-ya zəng etsinlər. O cümlədən bizim fizioterapeutimiz Gülnar Əhmədli də yanvar ayının 10-unda olacaq Lənkəranda. Bel boyun ağrıları, skalyoz, kifoz, uşaq və yeniyetmələrdə onurğa problemi olanlar, xüsusilə Lənkəran əhli 051-525-17-17-yə zəng eləyin, qeydiyyatdan keçin. Oftalmologumuz Cahid Şahbazov yanvar ayının 10-unda Goranboyda Medilife klinikasında icbari sığortayla göz əməliyyatları keçirir. Vaxta az qalıb, qeydiyyatdan keçin. Goranboy və Goranboy ətrafından bizi izləyənlər, o cümlədən 17 yanvarda da icbari sığortayla əməliyyatlar Naxçıvanda olacaq. 050-805-15-15 əlaqə nömrəsidir. Zob doktorumuz Xəqani Həsənov Qubaya gəlir 28 dekabrda. 14 yanvar Salyana gəlir. Bütün məni izləyən Cənub bölgəsindən, hətta Lənkəran əhli belə 14 yanvarda Salyana gələ bilər. 17 yanvar Şəkidə olacaq. 050-603-81-82 əlaqə nömrəsidir. Bakı və Bakı ətrafından məni izləyənlər, zob xəstəliyindən əziyyət çəkənlər isə Bakıda doktora müraciət edə bilərlər. Sənaq Darramın adından gedənlərə xüsusi endirimlər var. Lor cərrahımız Leyla Zülfüqarova qulaq burun boğaz əməliyyatı uşaqlarda və böyüklərdə olanlar doktorumuz endoskopik aparatla 27 dekabr Mingəçevirdə, 28 dekabr Şəkidə olacaq. Yerlər məhduddur, vaxta çox az qalıb. Leyla Zülfüqarovanın qəbuluna yazılmaq istəyənlər 050-836-36-36-ya zəng etsinlər. Həkim kosmetologumuz Nigar Sultanovanın yanında yeni ilə özəl olaraq qırışlara yox demək istəyən xanımlar, baxım istəyənlər, saçı tökülənlər 051-444-0017-yə zəng edə bilərsiniz. Təbii ki, Regen Bakı Köküceyrə mərkəzində Aytən Əliyevaya Sənaq Darramın adından müraciət edənlər, uşaq serebral iflici, autizm, oynaq problemləri, baş, boyun, bel ağrıları, nevropatiyalar, Parkinson xəstəliyi, xroniki yorğunluq və ən əsası bədəni ümumi cavanlaşdırmaq istəyənlər 077-502-0033-ə zəng eləyin. Bu aksiyalardan yararlanın və heç nə. Deyirəm, heç müzakirəyə də ehtiyac yoxdur. Açın, geçsin. Amma indi bir dənə qısa bir ara. Son günlərdə ən gərgin efirlərimdən biridir deyə bilərəm. Daha doğrusu ən gərgin, belə deyək, taledir. Muradın taleyi. Hər iki tərəfi anlayıram. Belə götürəndə biz anlaya bilmirik insanları. Həm o tərəfi anlayıram. Gərgindilər, bilmək istəyirlər. Neçə müddətdir yuxusuz gecələr var. Fikirləşir bəlkə mənimdir, döyülür, söyülür. Döyülməsini qoy ne kənara. Yəni sən bilirsən ki, bu sənindir, amma bu başqasındadır. Bu nə qədər ağırdır. Və yaxud da ki, o biri tərəf, mobil tərəf, onun da özünə görə öz haqları var. Heç kəsi qınamaq lazım deyil. Deyir, mühakimə etmə, bir gün mühakimə edilərsən. Heç kəs bilmir nə olacaqdır. İndi hamının gözü önündə bu açılır. Ruslan da hal-hazırda canlı bağlantıdadır. Çünki o ailədə istəyir. Ruslan, Muradı da qoşunda zəhmət olmasa. Muradı da qoşun, Ruslan. Bəli, qoşun, onu da qoşun. Baş sponsorumuz Bir Marketə təşəkkür edirəm. Smartfonlar, paltaryanlar, ev təmizlik vasitələri, gözəllik məhsulları, hər şeyi onlayn sifariş etmək olar. Loteriyalar var, bilirsiniz, keçirilir hal-hazırda Bir Marketdə. Sibiristən ev, bahalı maşınlar istəyənlər hər 10 manatlıq sifarişə bir şans. Əgər sifarişi təhvil məntəqəsindən götürsəniz, 10 şans qazanacaqsınız. Xüsusi sponsorumuz Medera Hospitaldır. Neyrocərrahımız Əl Osman Qədimbəylinin yanında onurğa disk yırtıqları Alman texnologiyası ilə 25 dəqiqə ərzində ağrısız, risksiz deməli həyata keçirilir. Medera Hospitalında əməliyyat olunur. 055-296-66-68 əlaqə nömrəsidir. Nevrologumuz Sevinç Məmmədovaya Medera Hospitalında müraciət edə bilərsiniz. Nevroloji problemlərinizlə bağlı 3 yanvarda da Gəncədə
Türkiyədə olacaq. 055-754-1166 əlaqə nömrəsidir. Mədə, bağırsağınızda problem varsa, qan azlığından, anemiyalardan, köpdən əziyyət çəkirsinizsə, Ramin Bağırova müraciət edin. 099-363-2646 əlaqə nömrəsidir. Oftalmoloqumuz Cahid Şahbazovun yanında göz dibi əməliyyatı, tikirsiz çəpli əməliyyatı, ekzimer lazer əməliyyatı istəyənlər 050-780-70-ə zəng etsinlər. Zəhərli zob, düyünlü zob, hamiləlikdə zobdan əziyyət çəkənlər həftənin 5 günü Bakıdadır. Sən axtarramın adından müraciət edin. Xəqani doktorun yanına gedərsinizsə endirimlər olacaq. 050-603-81-82 əlaqə nömrəsidir. 28 dekabrda da Qubadadır. Uroloq-androloqumuz Bəxtiyar Hüseynovun yanında uroloji, androloji, böyrək daşı əməliyyatlarını icbari sığorta ilə etdirə bilərsiniz. 055-694-40-50 əlaqə nömrəsidir. Lor cərrahımız Leyla Zülfüqarova. Bilirsiniz, qulaq, burun, boğaz əməliyyatı, tikirsiz, üzr istəyirəm, plastik burun əməliyyatlarını etdirə bilərsiniz. Hətta 27 dekabr Mingəçevirdə, 28 dekabr Şəkidə olacaq. 050-836-36-36 əlaqə nömrəsidir. Beynəlxalq Təhsil Mərkəzi Azərbaycanda bir ilk olaraq 40 növ təhsil xidməti var. YÖS, SAT, IELTS, Çin dili, süni intellekt, kiberdin və buraxılış və imtahanlara hazırlıq, eyni zamanda imtahansız universitetlərə qəbul 051-401-44-43 əlaqə nömrəsidir. Əgər siz xanımlar yeni ildə baxın özünüzə qırışlara yox demək istəyənlər, əl-üz baxımı, saç tökülməsinin qarşısını alanlar, almaq istəyənlər həkim kosmetoloqumuz Nigar Sultanovaya müraciət edə bilər. 051-444-0017 Regem Bakı Kök Hüceyrə Mərkəzi və Aytən Əliyevaya təşəkkür edirəm. Sən axtarramın adından müraciət edənlərə xüsusi endirimlər var. Kök hüceyrə ilə oynaq problemləri, nevropatiyalar, Parkinson xəstəliyi, baş, boyun və bel ağrıları, uşaq serebral iflicinə yox demək istəyənlər 077-502-0033-ə zəng edə bilərsiniz. O cümlədən Leyla Medikal Mərkəzin uşaq metabolik xəstəliklər üzrə mütəxəssis Ləman Əlirzayevaya da təşəkkür edirəm. Aydınız içində olun. Gəlin vəkil tutubdu. Nail müəllim də vəkilidir. Lap yaxşı eləyir. Sənin də vəkilin varmı? Ma vəkilə ehtiyac deyil. Özün özümə vəkilliyi. Yox. Qonşular, bölmə, polislər, gedən maşın, hərbi prokuratura. Var mı əlində? Bəli, hər şey. Onu mənə verə bilərsən? İndi yox. Nə vaxt? Hardasa gələn həftə. Gələn həftə. Bəli. Söz verirsən? Söz verirəm. Mən inanım sənə? Bəli. Yox, nə deyir? Bəli. Qızın əlindən uşağını niyə alırsınız ki? Nə ixtiyarla alırsınız ki? Ay qardaş, gəlin də almısan, yola getmirlər, ayrılıblar, ver uşağına alimentini versin, saxlasın da. Yola getməyən hara gedir? Mənim nervimi qaldırırsan. Hara gedir yola getməyən? Hay! Bu nədir qazan mən başım bəsədir? Mən Allah'ım Bu studiyada nəsə var? Valla bu studiyada ay Ramal, sən ananın yanında ol. Yox, mən bu kişinin yanındayım. Bu kişi haqlıdır. Sona qədər də bu kişi haqlıdır. Mən xalam oğlu görürüm. Bir dəqiqə. Rizvan kişi otur. Rizvan kişi mani olursan. Əyləşin. Ay Rizvan kişi, mənə hörmət elə. Bəli. Çox sağ ol. Əsəbləşmə. Qurban ol. Verin. Gəl ol. Ambar. Gəl ol. Gəl. Allah'ı arada görməyəm. Gəl, narahat ol. Otur. Olmamalıdır. Razıyam sizlə. Razıyam. İcazə ver sən Allah, qoy. İcazə ver.
İcazə ver. Niye? Niye? Hoş gelmeyip seninki sendin benimki benim. Da kaynatanı yatılı, kaynananı yatılı. 1 yaşında körpeli. Bir kuruş kalmasızlık bu. Amba. Çəkilin bana göstərin. Əyləş indi sən al. Əyləş mən. Oy, Oy, mən niyə dedim Rizvan dayı? Herdik gədən. Ay Rizvan dayı, xahiş edirəm otur. Qoy bunlar yazıqdır, neçə gündür gözləyir, qoy onlar. Yazıqdır, qoy açım deyim bunu. And ola Allaha. Hədayət, sən sakitləşdir açım. Ay kişi. Bir dəqiqə. And ola Allah'ımıza. Ben buradan gedəndən. Ay kişi, bir dəqiqə. Ben buradan gedəndən. Hə. İlə davatərlərə sapladım. Görürsən. Əsəb. Ay qardaş. Neden oldu? Ay kişi. Əyləş. Mikrofonu al. Ay müəllim. Allah sağ qurban ol. Qoy mən bunu tez verim. 10 illikləridir. Əli Osman Qədimbəylinin xanımına göndərirəm. Gülər xanıma 10 illikləridir. Bafuridən bu düzdür, pulsuzdur. Pulsuzdur. Göndərirəm sizə Gülər xanım. Açırsınız, kapsulanı çıxarırsınız. Yuyucu toz bölməsinə yaxud da paltarların üstünə qoymursunuz. Qoyursunuz boş barabana üstünə paltarları qoyub istənilən proqramı seçirsiniz. Mükəmməldir. Yaponiya məhsuludur. Paltarlarınıza təravət, gözəllik, gözəl qoxu ən əsası Əli Osman bəy az pul xərcləyəcək. Elə Əli Osman bəyin də ürəyindəndir. Pul çox xərcləməyi sevən biri deyil. Bunu da dedim. Ruslan, xoş gördük bir daha. Hazırıq. Mən hazıram Ruslan. Mobil, gəl bura. Və Ayşə gəlsin məncə bura. Çünki onların ikisi üçün daha önəmlidir. Qeyd edeyim ki, günlərlə, aylarla biz bunu gözləmişik. Mobil, sənin ürəyin partlayır ha. Həm istəmirəm deyirsən, həm də gözünün ucu ilə ora-bura baxırdın. Günlərim baxmalıyam da görüm nədir, nə deyil. Sevinənə oxşamırsan. Mən sevinəm. Ay, ben neynəməyəm, mən cavab verə bilim sana. Məni başlayırsan sən. İndi mən başlayım sana. Vay, bəs deyəsən ki, cavabı boğaza yığmasa. Vay, dərdimizi çəkə. İcazə verim. Rizvan kişi mani olmadan indi də o mani olur. Xahiş edirəm çıxar. Mani olur. Bir dəqiqə. Xahiş edirəm. Xahiş edirəm. Sakitlik. Bir dəqiqə dostlar. Xahiş edirəm. Hər kəs sakit dayansın. Deməli, birinci fetal genetik mərkəzə özlərin təşəkkürümü bildirirəm. Minnətdaram onlara. Çünki onların sayəsində biz bu DNK-nı doğru, dəqiq bir neçə tərəfdən, çünki bizim üçün çox əhəmiyyətliydi bu. Bizim hər bir, belə deyək, müraciət edənlər əhəmiyyətlidir. Amma Murad məsələsi mənim üçün prinsipial bir məsələdir. Yenə deyirəm, bu Mobilin oğlu oldu, olmadı, yenə də prinsipial məsələdir. Olmasa belə bu Murad kimdir deyə axtarışımızdır.
Pəhlivan sənə də mən təşəkkür edirəm. Çünki ona görə ki, sənə aid olmayan bir iş idi. Sən onu ilk dəfə tapmaq, yaxınlarını tapmaq, kimdir bu dedi. Murad olmasa belə bunun üçün qorxmadan nəsə eləmisənsə, özünü təhlükəyə atmısansa, bu da bir qəhrəmanlıqdır mənə görə. Başqasının, bəli, başqasının uşağı üçün. Sizə də dayı kimi təşəkkür edirəm. Siz bacınızın övladından axtarmısınız. Bir çox dayılar var ki, heç sahib çıxmır, atır, küçələrə atır. Hər halda yəqin o Hüseynin dayısı da var, əmisi də var. Gör, biri yaxın çıxıb, uşaq evində böyüyüb. Amma siz itən bir, yoxa çıxan bir bacınızın uşağını axtarmısınız. Sağ olun. O ki, qaldı mobiləm. Mobil. İncələnən nömrələr yazılır. Murad Heydərova aid DNT materialı, Mobil Quliyev Aslanın necə? Kaş ki olmayaydı. Sən nə danırsan? Bu adamlar əziyyət çəkib. Şimdi görsən, şimdi. Mən mobilə görə yox, amma o ailəyə görə. Neçə ildir ki, oğlan bundan ayrıdır, o sınacaq, əziləcək ki, məni ata niyə qəbul eləməyib? Özdə onun o günahları var ki, o gəlib təzminat davası bundan aça biləcək. Mənim nə günahım var? Ki, 4 yaşında deyəcək, məni niyə qoyacaq yerlərdə? Oğluyaraq. Aydındır. Murat, xəttədir, Ruslan. DNT-nin cavabı açılır. Yox, o yerində sən eşitdin. Təkrar qoşda xahiş edirəm, qoy o da eşitsin. O yerində, qoy şimdi görək. Eşitsin bunu Ruslan, qoş xahiş edirəm. Mobil, mən sənə desəm ki, o sənin oğlundur. Neynərdin? Bilmirəm də, neyinəm var ki? Narım oğlar, bilmirsən. Eşidib çıxıb. Bilmirsən. Çıxıb gedəcəksin. Niyə gedirəm ki? Yox, evinə yəni, demirəm Muradın yanına. Yaxşı, oğlun olmasa xəbərini versən, ürəyincə olacaq. Oğlum olmasa versən, bunlar məhkəmə qarşısında cavab verəcəklər. Bəli. Ona görə bax, bir ildir bax belə, məni bax belə pis vəziyyətə qoyurlar. Mən də çox axtarmışam, çox axtarmışam. Bir mənə yaxın durub kömək eləmədi o vaxt. Niyə yaxşı indi ayağa dururlar? Nədən ötəri? Mobil, mən bu DNK-nın cavabını açıram, amma səndən bir xahiş eləyirəm. Bəli. Qızınla barış, Ayşə, barış. Yox, mən barışmışım. Bəli, onunla mənim həyatım bitdi. Yox, barışmışım. Yox, xoş gedəm. Yox, mümkün də deyil o. Mikrofona deyil. Bəli, o mümkün deyil. O adlı mənim balam yoxdur. Getdi. Mikrofon verin. Dayısı saxlayır, dayısı da baxır da mən onu saxlamamışam. Onun o adlı da atası yoxdur, ola bilməzdi. O qanacaqda, o əxlaqdadır da o qadın. Görürüm, mən tərbiyəni görürəm. Görürüm tərbiyəni. Tərbiyəni görürəm. Hava saxlayım onu. Bu boyda olub o. Onun əxlaqından, ismətindən, mən deyirəm ki, tək olsun. Tək olsun. Tərbiyə görmüş adam saxlayıb. Sən öz dərdimi çək. Yaxşı, artıq Murad da telefon xəttindədir dostlar. Murad, eşidirsən məni? Murad, istərdinmi ki, mobil sənin atan olsun? Ondan sonra danışaq. DNK açılsın sonra. O zaman DNK-nı açıram. Deməli, Murad Hüseynova əvvəlini oxumuşdum mən. Murad Heydərova aid DNT materialı Mobil Quliyev Aslanın DNT materialı ilə valideynlik baxımından uyğun deyildir.
mikrofonları siz. Məhkəmə yolunda, məhkəmə xahiş məni vəkil verin. O kişi kimi bir daha elan edirəm. Onlar məhkəmə qarşısında, məhkəmə qarşısında sürünməlidir. Bir dəqiqə xahiş edirəm. Bir saniye mobil bir saniye. Mobil bir saniye. Elan edirəm. Bir daha elan edirəm. Murad Heydərova ait DNT materialı Mobil Quliyev. Dəhşətdir, bu studiyada nə baş verir? Təkrar edirəm. Murad Heydərova ait. Xanımı çıxardın studiyadan. Mani olan tamaşaçını studiyadan çıxarın. Çox gərgin bir efirdir. Üzr istəyirəm tamaşaçılardan. Səs tonum qalxır. Çox üzr istəyirəm. Bugün çox gərgin oldu efir. İllərdir axtarılır. İllərdir Murad axtarılır. 1992-ci ildə Çəmənli kəndindən yoxa çıxıb bu uşaq. Onu Qazaxstanda Murad olduğunu deyərək gəlib pəhlivan. Uzun müddətdir ki, araşdırma gedir. Murad həbsxanadaydı. Çox çətinliklə bu DNA'nın testi götürülüb və bir neçə dəfə yoxlandırılıb. Mən bir daha deyirəm, fetal mərkəzə, genetik mərkəzə doğru, düzgün və dəqiqləşdirilmiş analizləri, DNA testlərinin nəticəsini bizə təqdim edən fetal mərkəzə özlərin təşəkkürümü bildirirəm. Aytaç xanım, Eldəniz müəllim, təmənnasız xidmətiniz üçün sizə sonsuz təşəkkür edirəm və bir daha elan edirəm. Murad Heydərova ait DNT materialı Mobil Quliyev Aslanın DNT materialı ilə valideynlik baxımından uyğun deyildir. Baxın, hörmətli qarşı tərəf, sizdə hər hansı bir inamsızlıq varsa, istənilən məhkəməyə verə bilərsiniz, araşdıra bilərsiniz. Bu Mobilin oğlu deyil, Ayşənin qardaşı deyil. Çox təəssüf edirəm. Amma təəssüf edirəm əziyyətimizə. Biz genə də axtarırıq. Bir dəqiqə olar. Biz genə də axtarırıq. Mən bir də balamı itirdim. Amma sən atanı itirdin. Atanı itirdin. İtirdin, getdin. O səni çoxdan itirir. Get yaşa. O səni çoxdan itirir. Get yaşa. Bəli, mən o çoxdan itirmişəm. Çoxdan itirir. Siz məhkəmə qarşısında cavab verirsiniz. Bəli, verəsiniz, cavab verəsiniz. Xoşqədəm xanım. Məhkəmə qarşısında niyə cavab verəsiniz? Sən var baxarsan, görəsən. Baxarsan məhkəmədən. Niyə verəcəksən məhkəməyə? Görəcəyik. Bəli, verəcəm. Biz genə də axtarırıq. Mən qanunu çərçivəsində cavab verəcəklər. Nə üçün? Nə üçün? Bir dəqiqə. Nə üçün? Xoşqədəm xanım. Bunlar fırıldaqları, bunların yalaçıları. Yalan nə? Bəli, bax gördün də yalandır. Neçə ildir məni bunlar süründürür. Sənin müstəvəsilər bu. Niyə süründürür? Bu. Mənim maşına qoy, aparıra baxın. Hocam o buraxdı. Genə tapıb gətirəcəm Muradı. Qurbanını kəs. Deyir ki, qurbanını kəs. Muradı. Belə götürəndə Murad sənin oğlun olsaydı da, bir saniye. Murad onsuz. Murad sənin oğlun olsaydı da aparmayacaqdın da. Xoşqədəmlər, mən buradan Çəmənli cəmaatına səsləyirəm, ekranda baxanlara, eləşənlərə. Gördünüzmü fırıldaqçılığı, yalancılığı? Məndə günah bilirdiniz. Gördün, gördünüz mü? Evimdə qız aparan adam, uşağı apardı, avratdı.
Yəqin ki, eşitdiniz DNK-nın cavabını. DNK-nın cavabını eşitdiniz. Bir dəqiqə, Ruslanı dinləyirik dostlar. Ruslan, DNK-nın cavabını Murad eşitdi mi? Cavabını bilmək istəyirəm. Eşitdi. Bilirəm ki, Murad çıxmadı. O ailə üçün gəl buraya. Çox əziyyət çəkmişsiniz. Qardaş deyib ağlayan bacı üçün üzüldüm. Ayşənin yıxılmasını, Ayşən sındı bugün. Sındı. Mənə təşəkkür eləmə. Kaş ki Ayşən qardaşına qovuşardı. Allah sındı. Xeyr, sən sındırdın məni, sən. Mən yox, Sən ata. sən məni çox sındırdın qızım. Sən sevindin, Allah'ın əlləri səni bulmuşdu. Sən sevindin, sevindin ki, yaxşı ki Murad çıxmadı. Haqqın yeyə bilməyəsən. Sən sevindin. Atanın Bu haqqını qadın, bilməyəsən bu qadın o Leyla adlı qadına onu aldadıb nə qədər pullarını yedi. Murada görə onlara pul göndərirdi bu qız. O həm atasını itirdi, həm də qardaşını. İncimə Mobil, incimə. Haqsızsan, 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 haqsızsan.